Salam, hər vaxtınız xeyir olsun, hörmətli konfrans iştirakçıları. Yeni bir konfransla yine sizlərlə bərabərik. Bugünkü konfransımızın mövzusu Gələcək üçün umut verən dəyərlərimiz 35. Adından da göründüyü kimi bu silsilədə olan artıq 35-ci proqramımızdır və özlərini təqdim etmələri üçün qonaqlarımıza vermək istəyirəm. İlk olaraq sözü Afra Betülbayrak Tutanıma vermək istəyirəm. Buyurun Afra xanım, söz sizdədir. Merhabalar, hoş geldiniz. Vakit ayırdığınız için çok teşekkür ederim buradaki herkese katılan özellikle. Ben Türkiye'den katılıyorum. Erzincan Binali Yıldırım Üniversitesi'nde İktisat ve İdari Bilimler Fakültesi'nde okuyorum. Siyaset Bilimi ve Kamu Yönetimi bölümündeyim ve 3. sınıftayım. Bu şekilde bu konferansa da Aliya İzzetbegoviç'in Bosna Hersek ideolojisini birazcık derlemeye çalışıp sizlere aktarmak istedim. Böyle güzel bir sonuç olur inşallah hepimiz için. İnşallah. İndi isə sözü Reyhanə Şükürlü xanıma verirəm. Buyurun Reyhanə xanım. Axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. Aleyküm. Əvvəlcə yeni belə bir şərait yaratdığı üçün Cəmaləddin Hocaya və Anar bəyə öz təşəkkürümü bildirirəm. Mən Reyhanə Şükürlü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi ixtisasının 4-cü kurs tələbəsiyəm. Fəaliyyətim boyunca Tələbə Gənclər Təşkilatında müxtəlif layihələrdə və yarışlarda iştirak etmişəm. Həmçinin ixtisasımla bağlı pedaqoji və psixoloji təlimlərdə iştirak etmişəm. Hal-hazırda repetitor olaraq fəaliyyət göstərirəm. Teşekkür. Çox sağ olun Reyhanə xanım. İndi sözümü Zəhra xanım Hüseynzadəyə verirəm. Buyurun. Zaman müəllim, çox təşəkkür edirəm. Sizlə ilə birlikdə olmaq doğrudan da mənim üçün çox xoşdur. Siz və dəyərli Cəmaləddin hocamız başda olmaqla burada olan hörmətli müəllimləri, əziz şəhid ailələrimizi, izləyicilərimizi salamlayıram. Mən də özümü təqdim etsəm, deyə bilərəm ki, ilk öncə adım Hüseynzadə Mirzəhradır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2-ci tədris ilinin tələbəsiyəm. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alıram. Amma bunun yanı sıra da Quran-Kərimin tədrisi sahəsində həm qiraət bölümündə, həm təcvid bölümündə müəllim kimi də fəaliyyət göstərirəm. Təşəkkür edirəm. Çox sağ olun Zəhra xanım. Təşəkkür edirəm. İndi isə sözü Gülər xanım Quliyevaya verirəm. Buyurun Gülər xanım. Salam, axşamınız xeyir. Əvvəla hər birinizi salamlayıram. Dəvətiniz üçün təşəkkür edirəm. Mən Quliyeva Gülər, Tarix və Coğrafiya Fakültəsi, Tarix və Coğrafiya müəllimliyi ixtisası üzrə 1-ci kurs tələbəsiyəm. Təşəkkür edirəm. Hoş geldin. Çox sağ olun. Təşəkkür edirəm. İndi sözü Fatimə xanım Həsənovaya verirəm. Buyurun Fatimə xanım. Başda Cəmaləddin hocamız, Anar bəy siz olmaqla bütün tədbir iştirakçılarını salamlayıram. Hər birinizin axşamı xeyirli olsun. Mən əvvəlcə fürsətdən istifadə edib sizə təşəkkür etmək istəyirəm ki, belə bir platforma təsis etmisiniz, bizi tədbirə dəvət edib, gənclərin inkişafı üçün çox gözəl tədbirlər həyata keçirirsiniz. Özümü təqdim edim. Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya Fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi Həsənova Fatimə. Fəaliyyətimdə elm yolunda daima xalqımıza, dövlətimizə faydalı bir Azərbaycanlı gənc olaraq yetişməyə çalışıram. Bir neçə məqalələrin müəllifiyəm və bunlardan biri də tarix torpaqlarımıza Qərbi Azərbaycana qayıdış missiyası haqqındadır. Əvvəlcədən sizə xoş dinləmələr arzu edirəm və ümid edirəm ki, faydalı və maraqlı bir çıxış olar. Təşəkkür edirəm. Çox sağ olun Fatimə xanım. Son olaraq Nihad bəy Nəzərliyə söz verirəm. Buyurun Nihad bəy. Salam, hər vaxtınız xeyir olsun. Başda Cəmaləddin bəy və Anar bəy olmaqla hər birinizi salamlayıram və bizi də qonaq qisminə dəvət etdiyinizə görə hər birinizə öz təşəkkürümü bildirirəm. Mən Nihad Nəzərli, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin 2-ci kurs tələbəsiyəm. Eyni zamanda İqtisadiyyat və İdarəetmə Fakültəsinin fakültə sədri kimi çalışıram. Bu çıxışımda isə ümumiyyətlə İdarəetmə nədir, idarəetmənin ilkin anlayışları haqqında öz biliklərimi sizinlə paylaşdım. Teşekkür ederim Nihal Bey. Ama isimler çok çok güzel. Ben bu isimler konusunda da yani Azerbaycan'da özellikle yani bu isimlere baktığım zaman muhteşem böyle hayran kalıyorum. Zaten Azerbaycan'da dediğim gibi isimlere dikkat ederseniz Fatime, Hasanova, hem Hasan hem Fatime, Mir Zehra, Fatimatu Zehra diyoruz ya. Mir Zehra, Hüseyin Zade.
Yani soy isimlerine bakıyorsun böyle hep birbirinden değerli şeyler. Zaten Güler genel Türkçe'de hep böyle sempatik, güler yüzlü. Bir de Güliyeva hep gül gül içine gidiyorlar. Nihat zaten hani deriz ya Ali Nihat böyle en medeni şekle girmiş nezerli Allah nezerden korusun zaten. Öyle diyelim. İsimlere dikkat edin. Reyhane peygamberimizin hanımının adıdır biliyorsunuz Reyhane. Onu biliyor muydun Anar? Yok Cemalettin hocam. Onu bilmiyordum. Reyhane peygamberimizin hanımının adıdır. Afra'da Ebu Cehil'i öldüren iki tane sahabe vardı ya. Peygamber Evet. Efendimiz hanımlardan bahsettiği zaman onları babalarıyla çağırdı. Mesela Ayşe binti Ebu Bekir. Mesela anlatamıyor muyum? Fatima binti Muhammed. Böyle isimlerle sadece Afra'da onun oğlanı çalınca Afra'nın oğulları derdi. Ebu Cehil'i öldürürken de derler onlar hep onun üstündeydi. Afra'nın çocuklarıydı Ebu Cehil'i öldüren. Evet. Bir de başkasından da bahsedilir. Dolayısıyla hepsinin bir özelliği var. Bugün isimler böyle karşımda bunu demeden edemedim. Zaten Betül de Fatima'nın adıdır, namuslu, iffetli demek. Fatima, Hazreti Fatima'ya biz bir lakap Azerbaycan'da da bu bilinir değil mi? Betül denildiği zaman o Fatima'dır. Onun Aha. ırzı, namusu temsil eder. Fatima'nın adıdır Betül. Fatimatu Zehra gibi. Dolayısıyla Evet. isimler bir araya gelmiş. Bize yabancı bir isim bulamadı. Tamamdır o zaman. İlk olarak da isterim Afra xanımdan başlayaq. Afra xanımdan Aliye İzzet Bogoviç'in Bosna Hersek ideolojisi üzerine araştırması olduğunu bildirdi. İsterim bu mevzuda da sunumunu etsin. Öncelikle Bosnalılar ilk zamanlarında etnik kimlik sorunlarına cevap veremeyen halktı. 1970'te Müslüman Bosna halkına 6. ve eşit haklı milliyet statüsü veriliyor. Böylece Bosna halkının öz kültürüne ulaşabilmesinin önü açılıyor. Gurur ve heyecanla aslında İslam kimliğine kavuşmanın heyecanını yaşıyorlardı bir nebze. Aliye Batı Doğu felsefesini iyice kavrayabilmesi için okumalar da yaptı. İslami öğretinin ne kadar insani olduğunu, insanı mutlu edecek her şeye sahip olduğunu bu karşılaştırmaları sonucunda bulmuştur. 1960'larda yazdığı fakat yayınlanmayan İslami Beyannamesi çalışmasında düşüncelerini seslendirdi. İçeriğinde de Yugoslavya'dan çok dünya Müslümanlarına çağrı niteliğindeydi aslında. Etnik ulusçuluğun bölücü olduğunu, komünizmin insan ruhunu kurtarmada son derece yetersiz kaldığını ve kurtuluşun İslam'da olduğunu anlatıyordu aslında. Bu fikirler yaşarken Sovyetler ve Doğu blokunda çatışmalar da oluyordu. Bunlar Yugoslavya'yı da etkiliyordu ister istemez. Ancak gidişatın aksine Bosna'da 80'lerde sistemli bir sindirme kampanyası da başlamıştı. Bosna Hersek Komünist Partisi tarafından organize edilen kampanyanın ilk örneklerinden biri Oslo Bacenya gazetesinde yayınlanan ve Müslüman din adamlarının itibarını zedelemeye hedefleyen bir yazı dizisiydi aslında bu. Komünist Parti'nin bu kampanyası 83 yılında çok daha ileri bir adım atarak Müslümanların önde gelen 13 ismini mahkeme karşısına çıkartmak zorunda kaldı. Bu 13 ismin en önemlisi de yine Aliya'ydı. Yine Saraybosna davası olarak anılan bu mahkeme dünya basınına da yansıyor. İslam milliyetçiliği içinden karşı devrimci saldırgan düşünceleri geliştirmekle suçlanıyorlar. 1960'larda Aliya'nın kaleme aldığı İslam Deklarasyonu adlı çalışmasıyla esasında Bosna'da İslam devleti kurmaya hedeflemiş olduğuyla suçlanıyordu. Aliya ve 3 sanığı aynı diğer özelliğe sahip olan başka bir şeyden daha suçluyorlardı. Bunlar komünist rejimin baskılarına direnmek için daha evvel kurdukları Genç Müslüman örgütünün üyesi olmasıydı. İzzet Begoviç de savunmasında İslam Deklarasyonu'nun Bosna'da İslam devleti kurmakla ilgili olmadığını, zaten düşüncesinin İslam devleti kurmak için nüfusun çoğunluğunun böyle bir durumun Bosna için söz konusu olmadığını, hani karışık yaşadıkları için söz konusu olmadığını dile getirdi. Ancak mahkemenin böyle incelikleri tabii ki de kavrayacak mantığı yoktu. Hatta öyle ilginç bir mantığa sahipti ki Aliye, İslam devleti kurmaya çalışanların yanında batılı tarzda bir parlamenter sistem kurmaya çalıştığını
dahi suçlandı bu şekilde. Kısacası mahkemenin amacı politikti bir nevi. Aliye 14 yıl hapis cezasına mahkum ediliyor. Daha sonra 11 yıla da düşürülüyor. Yine 1983 mahkemesinin ardından da Bosna Hersek'teki İslami hareketi sembolü olarak iyice zihinlere yerleşmişti. 1988'de dışarıya çıktığında Bosna toplumu içinde büyükçe saygı ve sevgi içerisinde selamlandı. Mayıs 1990'da çoğunlukla Müslümanlarca kurulan Demokratik Eylem Partisi'nin genel başkanlık koltuğuna doğal bir lider olarak oturdu. Partinin kimliği de son derece aslında belirgindi. Bosna'da 40 yıldır baskı altına alınmış ve unutulmaya çalışılmış olan inancın yeniden doğuşu sağlanmaya başlanıyordu. Temeller atılıyordu iyice. Ancak Aliya'nın fikriyatı onun fanatik Batı karşıtı düşünce taşıdığı anlamına gelmiyordu. Aksine Batı'daki güçlerin tahakküm edici saldırgan hareketlerine karşı İslam'ın hoşgörü ve barışçılığına vurgu yapardı. Nitekim parti çoğulcu Bosna Hersek'in devamını savunuyordu. Hırvat, Sırp toplumları ile barışçıl yaşamayı da hedefliyordu yine parti içerisinde ve toplum olarak. Parlamentoya devlet egemenliği ve toprakların bölünmezliğinin ilanı için karar tasarısı da sunuldu. 1992 sonrasında Yugoslavya savaşı yaklaşınca paylaşım konuşulmaya başlandı Bosna Hersek için. Aliye ise ülkenin sınırlarının meşruiyetinin 1878'de uluslar arasında kabul gördüğü ve değiştirilmesinin mümkün olmadığını savunuyordu. Katillerle aynı çatıda olmayacağını da deyip bağımsızlığa tekrar bir işaret veriyordu. 15 Ekim 1991'de ise parlamento bağımsızlık kararı alıyor. Yine 1995'te Dayton Antlaşması'yla halkı barışa ve güvenliğe ulaştırdılar. Bu antlaşma da yine Aliye İzzetbegoviç için adil değildi aslında. Çünkü zulüm devam ediyordu ve toprakları ayrıştırmak isteniyordu. Ancak Müslümanlara uygulanan zulmün durması için de gerekli görülüp imzalandı ve insanlar barış dönemine girdi. Siyaset ve devlet yönetiminden sağlık nedeniyle ayrıldı. Kişiler ölür. Hocam alta geçelim. Evet, burada az önceki söylediklerim vardı aslında. Sırp, Dayton Antlaşması, bir tane daha. Buradan devam edeyim. İşte sağlık nedenleriyle ayrıldığını söyledim. Siyasetten ayrılırken de kişiler ölür, halklar yaşar. Mücadele kişiliğimle sınırlı değil. Sancağı binlerce kişi taşıyor artık. Önemli olan da budur. İlelebet de sürdüreceklerdir bunu diyerek ayrılıyor. 19 Ekim 2003'te vefat ediyor. Vasiyetinde ise savaştığı askerlerin yanına defnedilmekti ve Koveçi'de de defnedildi. Kendisini rahmetle, saygıyla, minnetle yad ediyoruz. Umarım faydalı bir şekilde sizlere aktarım yapabilmişimdir. Çok teşekkür ederim dinlediğiniz için. Çok teşekkürler. Allah Bu razı olsun. şekilde vakit kısa olduğu için kısa bir özet yapmak Anladım. istedim hocam. Zaten buradan marifet e, geniş tutmak yerine dar zaman içinde herkesin anlayabileceği şeyi sınırlamak. Ve çok da güzel yapmışsın. Tebrik ederim. Teşekkür Araştırmalarını. ederim. Şimdi Anar diyor hoca Bosna Hersek'ten başlarsa saatler sürer, yok sadece kısa ve öz onu söyleyeyim. Yok. İlgili dediğim gibi benim hayatımla ilgili bölümler var. Yani onu belirteyim. Ali İzzet Begoviç'i şahsen bizzat tanımaktan şeref de duyduğumu da söyleyeyim. Dolayısıyla hatıraları da var yanımızda. Koçiteli ve Çaplin'a. Bu Mostar üzeri giderseniz Bosna Hersek'e ilk gireceğiniz Bosna şehrin adı Çaplin'a ve Poçiteli'dir. Yani orada Osmanlı mezarlıklarını görebiliyorsunuz. Bir cami vardı girişte, onu yok etmişler. Poçiteli'deki duruyor, Çaplin'dekini yok etmişler. Bunu Arnezil Begoviç'e güzel sözlerinden biri de ne biliyor musun? Düşmanların burada, dostların nerede? Anlatabiliyor muyum? Böyle yakındı. Bu da her nedense Aliyevlerin toplu kaderidir. Ve aynı zamanda bak bu da tesadüf değildir. Bir yanda Aliyevler
Karabağ döneminde bakın bir öne çıktılar ve yumruk vurdular Aliyevler. Bir yandan da Aliyalar bak Balkanlarda yola çıktı. Bak iz bıraktılar. Dolayısıyla Bosna Hersek Balkanların Azerbaycan'ı, Azerbaycan da Kafkasların Bosna Hersek'iydi. Dünya için iki örnek ülke ki her dinden, her mezhepten insanların yaşayabileceği bir yer. Ama daha konuşayım mı? Yeter Bosna deyince yaralarını deşmeyin. Teşekkürler Afra kızım. Allah razı olsun Cömert hocam. İndi isə sözü Reyhanə xanıma vermək istəyirəm. Reyhanə xanım ibtidai sinif müəllimliyi ixtisasında oxuduğunu bildirdi. İstərdim ki, uşaqların təbii öyrənmə yollarının sinifə inteqrasiyası, bu vəhdətliyi necə qurulmalıdır, bununla bağlı öz fikir və təcrübələrini bizlə paylaşsın. Bu gün bölüşəcəm. Uşaqların təbii öyrənmə yollarının sinifə inteqrasiyası. Ümumiyyətlə uşaqların təbii öyrənmə yolları deyəndə biz burada müxtəlif öyrənmə metodlarını, müxtəlif öyrənmə yollarından danışa bilərik. Ümumiləşdirsək, müasir dövrdə öyrənmə yolları dörd hissəyə ayrılır ki, biz buna VARK modeli deyirik. Hardan gəlir bu VARK modeli? Bunlar, yəni VARK sözü, vizual, audial, reading and writing və kinestetik. Yəni bu sözlərin baş hərfinin birləşməsindən yaradılmışdır. Kim yaradıb bəs? Deməli, Yeni Zelandiyalı təhsil eksperti Neil Fleming tərəfindən bu model irəli sürülmüşdü ki, şagirdlərin bu cür öyrənməsi, həmçinin dövrümüzdə, yəni ümumiyyətlə insanların bu cür öyrənməsinə rast gəlinir. Bura aiddir görərək öyrənmə, eşidərək öyrənmə, oxuyub yazaraq öyrənmə və kinestetik öyrənmə. Hər bir haqqında qısa məlumat vermək istəyirəm. Görərək öyrənmə, yəni vizual öyrənmədən danışaq. Vizual öyrənməyə malik olan şagirdlər, yəni göstər, başa düşün prinsipi ilə dərslərini öyrənirlər. Yəni onlar danışaraq, eşidərək öyrənmədə daha çox onlarda effekt vermir. Yəni şəkillərlə, plakatlarla, cədvəllərlə, daha sonra dərsləri öyrənərkən rəngli flomasterlərlə yazıların altından xəttlər çəkərək mövzuları daha yaxşı mənimsəyə bilirlər. Keçək digər öyrənmə modelimizə. Digər öyrənmə modelimiz audial öyrənmə modelidir. Bu eşidərək öyrənmədir. Bu öyrənmə modelinə malik olan şagirdlərimiz danışaraq və eşidərək öyrənirlər. Amma bu cür şagirdlərdə müəyyən böyük mətnləri öyrənərkən, müəllim məsələn dərsi izah edərkən onlarda bədən dilidir, işarə dilidir, bunları qavramaq zəif olur. Yəni müəllim bu cür dərsi izah edərsə, onlar öyrənməsi daha çətin hal alır. Keçən növbəti öyrənmə modelimizə, bu öyrənmə modelimiz adlanır oxuyub, yazaraq öyrənmə. Dövrümüzdə bu öyrənmə modelində şagirdlərə daha çox rast gəlinir. Yəni bu şagirdlər daha çox özünə qapanıq olurlar. Yəni dərs keçən zaman müəllim dərsi səsli yaxud yazılı formada izah eləsə belə, şagird bunu mütləq öz dəftərinə, yəni qeyd formasında yazaraq öyrənir. Bu cür şagirdlər kitabları çox sevirlər və kitabxanalarda vaxt keçirməyi onlar üçün əvəzsiz rol oynayır. Növbəti VARK modelimizin ən sonuncu öyrənmə modeli bizdə adlanır kinestetik öyrənmə. Kinestetik öyrənmə digər öyrənmə modellərinə nisbətən daha fərqlidir. Burada şagird təcrübə yolu ilə öyrənir. Yəni müəyyən bir məfhum haqqında, müəyyən bir anlayış haqqında danışılırsa, bu öyrənmə modelində şagird mütləq onu toxunaraq, hiss edərək, görərək, məsələn, dadına baxaraq bu cür öyrənə bilər. Buna biz kinestetik öyrənmə deyirik. Bu 4 öyrənmə modelindən başqa biz sinifdə, yəni tətbiq edə biləcəyimiz oyun əsaslı öyrənmə də var ki, burada da iki anlayış özünü göstərir. Biri var oyunlaşdırma, biri də var oyun əsaslı öyrənmə. Oyunlaşdırma belədir ki, dərsin müəyyən bir mərhələsində mən oyunu tapşırıqla əvəz edirəm, yəni bir-birinə inteqrasiya şəklinə salıram və şagird bu cür öyrənir. Bunun üçün müxtəlif platformalardan var. Mən özüm də istifadə edirəm şagirdlərim üçün. Məsələn, Kahoot platforması var, daha sonra WordWall saytı var ki, bunlardan da müxtəlif təhsil oyunlarından istifadə edə bilərik. Bir də var oyun əsaslı təlim. Oyun əsaslı təlimi isə oyunlaşdırmadan fərqli olaraq ümumiyyətlə təlimin bütövlükdə oyun şəklində deməli tərtib edilməsidir. Yəni mən şagirdə tutaq ki, pullar mövzusunu öyrətmək istəyirəmsə, sinifdə alış-veriş mühitini qurmalıyam. Sizə danışaq oyun əsaslı öyrənmənin üstünlüklərindən. Oyun əsaslı öyrənmə dərsdə öyrənməyə maraq oyadır. İnteraktivliyi, iştirakçılığı artırır. Yerində sürətli əks əlaqəni təmin edir. Mərhələli, pilləli inkişafı aydın göstərir. Əməkdaşlıq və sosial öyrənməyə imkan yaradır. İndi biz sizinlə danışdıq müxtəlif öyrənmə yollarından.
İndi bu müxtəlif öyrənmə yollarına sahib olan şagirdlər bir mühitdə, bir sinifə düşdükdə həmin sinifdə müəllim necə olmalı ki, dərsi necə planlaşdırmalıdır ki, uşaqların hamısını dərsə cəlb edə bilsin və bu uşaqların hamısı müəyyən qədər mövzudan məlumatlı olsunlar. Birinci sinifdə dərs keçən zaman fəaliyyətləri şagirdlərin intellektlərini nəzərə alaraq qurmaq lazımdır. Müəyyən qədər bilirik ki, şagirdlər müxtəlif, elə biz özümüzdə müxtəlif intellektlərə sahib ola bilirik. Bura aiddir məkan vizual, verbal lingvistik, musiqi ritmli, fərd daxili, şəxslər arası və s. Müəllim dərsi planlayarkən bunu nəzərə almalıdır. İkincisi, təlimdə differensial yanaşmadan istifadə etmək lazımdır. Ümumiyyətlə, differensial təlim, differensial yanaşma böyük məfhumdur. Qısaca deyə bilərik ki, yəni hər şagirdin qavrama səviyyəsini nəzərə alaraq təlim mühitində hamısını tətbiq edərək dərsi qurmaq lazımdır. Üçüncüsü isə mövzudan mövzuya uyğun olaraq dərsləri müxtəlif öyrənmə yollarını əsasən planlaşdırmaq. Yəni, müəllim dərsi əvvəlcədən planlaşdırarkən sinifində olan şagirdlərin daha çox hansı öyrənmə yoluna meyl edəcəyini və keçəcəyi mövzunu daha çox hansı öyrənmə yolu ilə məşğul olanların daha yaxşı başa düşəcəyini nəzərə alaraq dərsi il boyu müxtəlif öyrənmə yollarını əsasən planlaşdırmalıdır. Əslində bu mövzu geniş mövzudur. Sadəcə vaxt qısa olduğu üçün bu qədər məlumat verə bildim. Dinlədiyiniz üçün təşəkkür edirəm. Çok çok teşekkürler. Bir eğitimcinin eğitimde en kolay şekilde nasıl ilerleyebiliriz metotlarını böyle sunmak çok güzel. Çok teşekkürler Yankı. Eyvallah. Çox sağ olun Reyhanə xanım. Təşəkkür edirik. Xoş. İndi isə sözü Gülər xanım Quliyevaya vermək istəyirəm. Gülər xanım da tarix sahəsində təhsil aldığı üçün hal-hazırda da günümüzdə aktual mövzulardan olan Qarabağda Azərbaycan suverenliyinin təmin olunması. Həmçinin bu mövzuda da bildiyim qədərlə araşdırmanız var. İstərdim onu bizimlə paylaşasınız. Hoş geldiniz. Çox sağ olun, təşəkkür edirəm. Bildiyimiz kimi Qarabağ problemi uzun illərdir xalqımızın tarixinə yazılmış bir sınaq olmuşdu. Bu torpaq təkcə coğrafi məkan deyil, eyni zamanda Azərbaycan xalqının milli ruhunun, tarixi iradəsinin və əzəli haqqının təcəssümüdür. Qarabağ əsrlər boyu Azərbaycan mədəniyyətinin, tarixinin və dövlətçiliyimizin ayrılmaz bir hissəsi olmuşdur. Bu torpaqlarda Xurşudbanu Natəvanın zərif şeirləri, Üzeyir Hacıbəylinin musiqiləri səslənmiş, həmçinin xalqımızın mədəni irsi formalaşmışdı. Ancaq 20-ci əsrin sonlarından başlayaraq ermənilərin işğalçılıq siyasəti nəticəsində bu bölgələrdə qanlı mübarizələr başlamışdı. Minlərlə günahsız soydaşlarımız şəhid olmuş, yüz minlərlə vətəndaşlarımız öz doğma ata-baba yurtlarından didərgin düşmüşdülər. Azərbaycan nəhayət 2020-ci ilin 27 sentyabr tarixində isə Azərbaycan 44 gün ərzində İlham Əliyevin başçılığı ilə müzəffər ordumuz sayəsində öz ərazi bütövlüyünü bərpa eləməyi bacarmışdı. Həmçinin sentyabr tarixində 23 saat 43 dəqiqə ərzində Azərbaycan antiterror əməliyyatları nəticəsində öz ərazi bütövlüyünü tam şəkildə bərpa etmişdi. Bu uğurların hər biri göstərdi ki, suverenlik təkcə hüquqi anlayış deyil, o həm də tətbiq olunan gücdür. Azərbaycanın bu gücünü simvolizə edən ən mühüm məkanlardan biri isə Xankəndidir. Xankəndi Azərbaycanın öz ruhunu yenidən tapdığı yerdir. 2023-cü ilin 20 sentyabr tarixində Prezident İlham Əliyevin Xankəndidə yerləşən Qarabağ Universitetində çıxışı isə öz suverenliyimizin parlaq səhifələrindən biri oldu. O çıxışda prezidentimiz Azərbaycanın öz ərazi bütövlüyünü, öz suverenliyini heç kimə güzəştə getməyəcəyini bir daha sübut etdi. Qarabağ Universitetinin açılışı isə Azərbaycanın təkcə elm sahəsində atdığı bir addım deyil. O həm də elmin, gəncliyin və gələcəyin Qarabağa qayıdışının simvolu idi. Digər suverenlik əlaməti olaraq isə Azərbaycanda ən mühüm bir nümunə olaraq Zəngəzur dəhlizini göstərmək olar. Zəngəzur dəhlizi təkcə nəqliyyat xətti deyil, eyni zamanda Azərbaycanın dəf rayonları ilə Naxçıvan Muxtar Respublikası, oradan da Türkiyə ilə birbaşa əlaqəsini təmin edən strateji bir layihədir. Həmçinin 2025-ci ilin konstitusiya və suverenlik ili olması bu uğurlarımızın hər birinin təsdiqidir.
Bunların hər biri göstərir ki, Qarabağ müharibəsi təkcə hərbi müharibə deyil, eyni zamanda hüquqi bir müharibədir. Həmçinin Konstitusiyamızın 11-ci maddəsində təsbit olunan bir maddəyə görə bu vurğulanır və Qarabağın öz suverenliyinin təmin olunması orada da qeydə alınır. Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi. Bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. 20-ci ilin noyabrından və 23-cü ilin sentyabrına qədər əgər bütün bizim addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz, görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 sentyabr dövlət suverenliyi günü idi. Son olaraq da qeyd etmək istəyirəm ki, Qarabağda Azərbaycan suverenliyinin təmin olunması sadəcə torpaq məsələsi deyil. Bu, həm də ədalətin tarix qarşısında haqqın bərpasıdır. Həmçinin bu uğurlarımız müharibələr sayəsində biz onu sübuta yetirdik ki, Azərbaycan təkcə döyüş meydanında deyil, bütün yerlərdə, yəni istər diplomatik masada, istər də döyüş meydanında öz hüquqlarını qorumağı bacarır. Bizim hər birimizin borcu da bu zəfəri qorumaq, Qarabağda qurulan yeni həyatı yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Sonda bu zəfəri bizə qazandıran şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə səbir diləyirəm. Diqqətiniz üçün təşəkkür edirəm. Evet Anar, bence çok güzeldi. Aynen. Kısa zamanda böyle konuların ele alınması kolay değil hazırlanmak. Yani sağ olsun. Tebrik Hocam ederim. bayağı bir dakika konusunu arkadaşlarla bayağı bir konuşmuşuz. Onun için sağ olsunlar her biri əməl edirlər. İndi isə Mirzəhra xanıma gəldi. Mirzəhra xanım da ədəbiyyat müəllimliyi ixtisasının təhsilatını bildirdi və istədi Mirzəhra xanımla Füzuli dünyasına bir səyahət eləyək. Onun ən böyük araşdırma mövzularından biridir. Buyurun Mirzəhra xanım, söz sizdədir. Salam müəllim, təşəkkür edirəm. Bir daha salamlayıram hər birinizi. Bəli, mövzumuz Məhəmməd Füzuli dühasıdır. Doğrudan da çox dəyərli sənətkarlarımızdan biridir və onun haqqında danışmaq sözün əsl mənasında çətindir. Ona görə ki, o hər tərəfli sənətkardır. Mən düşünürəm ki, onun haqqında danışanda bu cümləni işlətsək daha məqsəd uyğun olar. Füzuli elə Füzulidir. Yəni, sevmək üçün tanımaq lazımdır. Tanımaq üçün də şəxsin özündən soruşmaq daha məqsədli olar. Amma sual verərsək, Füzuli yoxdur yanımızda, biz hardan öyrənək? Əzizlər, Füzuli yoxdursa sözü var, sözündən soruşmaq lazımdır. Ona görə gəlin birlikdə səyahət edək onun inşallah yaradıcılığına. Digər növbəti səhifəyə keçə bilərik müəllim. Deməli, burada biz onun dühasına səyahət edəndə əsərlərini qeyd etmişik. Kifayət qədər əsərlər günümüzə gəlib çatıb, əlhəmdülillah. İndi bir neçəsinə nəzər salacağıq. Və demək istədiyim odur ki, ən önəmli məsələlərdən biri, o əsərlərində üç böyük mövzuya yer verir. Başlıca da eşq mövzusudur. Eşqdə təbii ki, həm dünyəvi, həm ilahi eşqə toxunur. Əlbəttə ki, ilahi eşq ən üstün səviyyədədir onun əsərlərində və digər olaraq desəm, elm, hikmət məsələlərinə toxunur, ictimai fəlsəfi motivləri də var. Deməli, Füzuli hər tərəflidir. Yəni, biz onu eşq şairi kimi tanıyırıq, amma əslində o digər mövzulara da müraciət edib sözün əsl mənasında.
keçid edə bilərik digər səhifə müəllim. Və bir şey qeyd etmək istəyirəm ki, mən öz düşüncəmdir bu, araşdırmalarıma yönəlik deyirəm ki, Azərbaycan xalqının ümumiyyətlə Türk dünyasının Füzuliyə borcu var. O da nədir? Çünki o ərəblərin içində Azərbaycan dilini yaşadıbdır. Yəni Azərbaycanda o qədər sənətkarlar olub ki, fars ərəbcə yazıblar, heç Azərbaycanca yazmırlar. Amma ərəblərin içində Azərbaycan dilini yaşadırsa, deməli bizim belə deyək də onun bizim üzərimizdə minnəti var. Gərək onu tanıyaq və tanıtdıraq və sevək. Və mən Nəsib Göyüşovun kitabının başlığından ilhamlandım. Füzuli düşüncə və ruhun poetikası. Ondan yola çıxaraq bir neçə cümlə qeyd edəcəm. Növbəti səhifəyə keçək, zəhmət olmasa müəllim. Deməli, bu sloqanımızın altında yatan sətir-altı məna bundan ibarətdir ki, sözlə düşünən, düşüncə ilə danışan, ruha toxunan bir sənətkardır Füzuli sözün əsl mənasında və onu adını çəkəndə Leyli Məcnun yada düşür. Ondan əvvəl də çox yazanlar olub, amma nədənsə o daha insanın qəlbinə təsirli olur. Keçək növbəti səhifəyə zəhmət olmasa. Deməli, Leyli Məcnun əsərindən bir fraqment orada yerləşdirmişəm. Deməli, Azərbaycan Elmlər Akademiyasının Əli Yazmalar İnstitutundadır o. Mecnunun səhrada olduğunu göstərən bir fraqmentdir. Baxın, orada üç köklü problemə toxunur. Şəxsiyyət azadlığı Məcnunun timsalında, qadın hüquqsuzluğu Leylinin timsalında. Bu dünyəvi motivdir. Amma axı biz bilirik ki, o rübaidə belə bir şey qeyd edilir ki, belə deyək də, deyir ki, ilahi, mən Leyli Məcnun bəhanəsində səndən danışmaq istəyirəm. Yəni, biz orada artıq ilahi motivi görürük və eşqlə bəla sözün bir yerdə yazmışam. Deyirsiniz ki, eşq məhəbbətdir, sevgidir, bəla nə əlaqə? Baxın, eşq əhli bilir ki, eşq yoluna başqa müsibət, bəla görməlidir sözün əsl mənasında, amma bu yaxşı mənadadır. Bilirsiniz nəyə bənzəyir? Tələbə zəhmət çəkir, axırda müvəffəq olanda heç o çəkdiyi zəhmət gözündə olmur. Yəni, insan aləmin göz bəbəyidir. Aləmin göz bəbəyi olan insan gərək axırda müvəffəq olsun. Müvəffəqiyyətin yolu da eşqdən keçir, Füzuli deməkdir. Və mən bir şey demək istəyirəm ki, biz əgər hər tərəfə ilahi gözlə, eşq gözü ilə baxarıqsa, əmin olun ki, dünyada bu qədər müsibətlər olmaz. Yəni, bu qədər fitnənin, fəsadın kökündə mən deyərdim ki, eşqsizlik, sevgisizlik dayanır. Ona görə də bir nüansı da deyim sizə bir cümləni, şam olmaq asan deyil, işıq satmaq üçün yanmaq lazımdır. Ona görə də Füzuli bax bunu bizə çatdırır bu əsərdə. Daha sonra növbəti əsərinə keçid etməyinizi xahiş edirəm. Mən Cübadədən gətirmişəm bir nüans. Əlbəttə, bunun əsas xətlərindən biri humanizmdir. Yəni, insan ləyaqətinə hörmət. Düz orada müharibələr tənqid olunur əlbəttə ki, amma onun sətir-altı mənası odur ki, deməli, insanpərvər olmaq lazımdır, humanist olmaq lazımdır, insan ləyaqətinə hörmətli olmaq lazımdır. Digər məsələ, nüansa keçək zəhmət olmasa, hər əsərindən bir cümlə istəyirəm ki, qeyd edim ki, hər tərəflə əhatə eləyə bilək onu. Rind-i Zahiddə əlbəttə çox cəhətli bir əsəridir, amma elm məsələsinə istəyirəm toxunum. Çünki orada ata ilə oğlun dialoqudur və birinci nəsihətə adamın diqqətini çəkir. Deyir ki, elm, mərifət kəsb elə. Ondan sonra digər sənət peşələrini ona tövsiyə verir. Baxın, deyir ki, elm elə bir dəryadır ki, ondan həqqi tanımaq gövhəri hasil olur. Yəni, deyir ki, sən elmi ağıllardan sorur. Cahil nə bilir ki, elm nə deməkdir? Yəni, Allah Quranda da deyir, bunu deyir ki, bilənlə bilmən eynidirmi? Əlbəttə ki, eyni deyil. Deməli, dinimiz də bizə elmli olmağı tövsiyə edir. Elə çox maraqlıdır. Mən həyat kitabı adlandırıram Qurani Kərimi. Çünki yaranmışın bütün elmlərin anası orada, o kitabda cəm olub da belə desək. Orada ilk əmr çox maraqlıdır. İqra bismi rabbikəlləzi xalaq. Oxu Rəbbinin, yaradan Rəbb. Yəni, oxu əmri. Deməli, elmli, bilikli olmaq lazımdır. Amma bəlkə düşünərsiniz ki, mən dini elm nəzərdə tuturam. Xeyr, yəni, həm dini, həm dünyəvi elm burada nəzərdə tutulur. Yəni, insan tərəqqiyə aparan bütün elmlər burada nəzərdə tutulur və digər nüansa keçək zəhmət olmasa. Deməli, daha sonra səhhət və mərəz. Çox maraqlı əsərlərindən biridir. Yəni, sağlamlıqdan xəstəlik. Bu nə deməkdir? Yəni, ziddiyyətli olan məfhumlar da var. Hər şey ziddiyyətdə gözlədir. Gecə olmasa gündüzün nə önəmi var? Düzdürmü? Xəstəlik olmasa sağlamlığın qiyməti bilinmir. Burada Füzuli tibbi nöqteyi nəzərdən bəzi məsələlərə toxunur, amma demək istəyirəm ki, bunun həqiqətində bilirsiniz nə var? Yəni, ruh bədənə səyahət eləyir və demək olar ki, burada belə bir cümlə ilə bu əsəri belə deyək də izah edə bilər ki, maddədən mənaya gedən yol. İnsan özünü tanıyarsa, öz şəxsiyyətini dərk edirsə, bilər ki, özü bir dünyadır zaten sözün əsl mənasında. Özünü tanıyandan sonra insan Rəbbini tanıya bilir. Yəni, Əl-Lisanın bir cümləsi var da, özünü tanıyan Allahını tanıyar. Yəni, sanki insan öz cisminə, bədəninə diqqət edəndə görür ki, burada nə cür xaliqul adələr yaradıb da Allahını tanıyır. Yəni, buna diqqət eləmək lazımdır. Bax, bu əsərdə ona
zəhmət olmur və digər nüansı keçək zəhmət olmasa. Deməli, mənim diqqətimi cəlb edən nüanslardan da biri onun sözə çox gözəl dəyər verməsidir. Sözdən, belə deyək də, çox gözəl, möhtəşəm ifadələr yaradıbdır. Deyir, mən gözəl bir süfrə açdım sözdən əhli aləmə, onda min zövq artıran hər türlü nemət düzmüşəm. Kim gəlir gəlsin, aparsın hər nə istər xatiri, qurtaran nemət deyil, süfrəmdən olmaz heç nəkəm. Yəni, möhtəşəmdir də, aydındır onsuz da mənası. Deməli, burada biz onu gördük ki, sloqanımızdan da yola çıxaraq belə demək olar ki, deməli, əsl ədəbiyyat yalnız duyğu yox, düşüncə və ruhun harmoniyasıdır, necə deyərlər. Yəni, belə deyək də, onun poeziyasının əsasında düşüncə durur. O sözə yalnız estetik gözəllik üçün yox, həqiqəti ifadə eləmək üçün müraciət edir və sonda Heydər Əliyevin də dəyərli fikirlərini səsləndirək və ondan sonra inşallah yekunlaşdırıram Allahın izni ilə. Çox, yəni, mən sevdim liderimizin fikrini. Qeyd edilir ki, Füzulinin humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün böyük mənəvi qidadır. Füzuli Azərbaycanın böyük milli sənətkar olmaqla yanaşı bütün müsəlman aləminin qəlb şairidir. Yəni, mən düşünürəm ki, istər Azərbaycanlı olsun, istər qeyri-Azərbaycanlı olsun, yəni dünyəvi sənətkar deyirik də, dünya şöhrətli sənətkar. Füzulinin adı gələn kimi hamının ürəyi sevinir. Bilmirəm, bəlkə mən ədəbiyyatçı olaraq belə düşünürəm, amma elə bilirəm ki, hər kəsin qəlbinə nəsə təsiri olur. Bu qədər. Təşəkkür edirəm diqqətiniz üçün. Minnətdaram, ümidvaram ki, zövq aldınız. Serhat'cığım çok teşekkürler. Hem ilahiyatçı olarak hem de yani kendi eğitim alanlarıyla ilgili bir harmanlama yaparak sunum harikaydı. Çok güzel. İslami referanslar verdiğin örnekler hakikaten tebrik ederim. Çok sevindim. Teşekkür Başarılar ederim dilerim. Allah hocam. razı olsun. Sizden de razı olsun. Allah başarınızı artırsın. Çok sağ olun hocam. Çox sağ olun Zəhra xanım. Həqiqətən bizi o dünyaya səyahət elətdirdiniz. Allah razı olsun. Təşəkkür edirik. Və indi isə sözü Fatimə xanıma vermək istəyirəm. Bu yaxınlarda da Qərbi Azərbaycan icmasının Sumqayıt Dövlət Universitetində görüşü keçirilmişdi. Zaten universitetlərdə silsilə şəkil edilir. Günümüzdə aktual mövzulardan biri də Qərbi Azərbaycana qayıdışdır. Sizin də bu mövzuda araşdırmanız var. İstərdim həm günümüzün aktual mövzusu olduğu üçün, həm bu sahəni araşdırdığınız üçün araşdırmalarınızı bizlərlə paylaşasınız. Bəli, Anar bəy, təşəkkür edirəm. Yeni qoşulanları da salamlayıram bir daha. Düz vurğuladınız, həqiqətən də çox aktual mövzudur. Xüsusilə də Qarabağa qayıdışdan sonra çox vacib mövzudur. Mən istərdim ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycanla bağlı bizim tariximizi xatırladan bir neçə çıxışında olan ifadəni qeyd edim ki, o qeyd etmişdi ki, Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. Bunu bir çox tarixi sənədlər, tarixi faktlar və ən əsası da bizim tariximiz təsdiqləyir. Hal-hazırda isə yaranan yeni tarixi şəraitə əsasən, yeni reallığa əsasən bizim ən vacib vəzifələrimizdən biri Qərbi Azərbaycandan qaçqın düşən vətəndaşlarımızın öz yurtlarına qayıtması məsələsidir. Əvvəlcə Qərbi Azərbaycan məfhumuna diqqət yetirək. Bu məfhum indiki, yəni Ermənistan ərazisi Azərbaycanşünaslıqda ilk dəfə tarix filmlər doktoru Süleyman Əliağa tərəfindən işlənmişdi və bu adın o deməli Şirak adından götürüldüyünü qeyd etmişdi ki, Şiraklı, Şirakoves, Şirakavan adlarından daha sonra formalaşdığını qeyd edir. Eləcə də Qərbi Azərbaycan ifadəsinin Qərbi Azərbaycanlıların istifadə etdikləri Əncəliyü, Dərələyəz yer adları ilə səsləşib uzlaşdığını da qeyd etmişdi. 1988-ci ildən etibarən isə indiki Ermənistan ərazisinə Qərbi Azərbaycanlılar tarixi etnik torpaqlarından deportasiya edildikdən sonra artıq həmin bu ifadə, Qərbi Azərbaycan ifadəsi bir beynəlxalq əlaqələrdə, beynəlxalq diasporada daha da sıx-sıx işlədilməyə başlanır və bu ərazi, xəritədə gördüyümüz ərazilər var ki, hansı ki Qərbi Azərbaycanın rayonlarını əks etdirir. 29,8 min kvadrat kilometr ərazini əhatə edən bu bölgədə başda İrəvan olmaqla Gümrü, Vedibasar, Zəngibasar, Dərələyəz, Dərəçiçək, Ağbaba, Coruz, Qafan, Mehri və digər bölgələrin adlarını qeyd edə bilərik ki, bu coğrafi məfhumda həmin əraziyə daxildir. Qərbi Azərbaycanın tarixi coğrafiyasına nəzər yetirsək,
Biz araşdıran zaman görə bilərik ki, həqiqətən də tarixi faktlar və sənədlər bunu sübut edir ki, Azərbaycan türkləri indiki Ermənistan ərazisində eradan əvvəl 2-ci əsrdən yaşamağa başlayıblar və bunu əsaslı şəkildə təsdiq edən faktlardan biri də həmin ərazidə məskunlaşan tayfaların və Azərbaycan xalqının etnogenezin formalaşmasında mühüm rol oynayan tayfaların öz adlarını, yəni bu günə qədər qoruyub saxladıqları onların dilindən gələn toponimlərdir. Bununla yanaşı mən eləcə də xüsusilə də erməni və rus mənbələrinə daha çox müraciət etmişəm. Çünki bəzi erməni mənbələrində əslində Qərbi Azərbaycanda yaşayan əhalinin türklər olduğunu, Azərbaycan türkləri olduğu təsdiq olunur. Bəzilərində isə təksib edilir. Buna görə də xüsusi diqqəti onlara yönləndirmək istəyirəm ki, məsələn, bəzi erməni mənbələrində Çuxursənd bölgəsinin ərazisi Sahatapos və yaxud da Səhhədin çuxuru və yaxud da Yerkin Sahar deyə adlandırılır, Səhhədin ölkəsi. Bu o deməkdir ki, qədim, yəni bu ərazidə qədim türk tayfası olan Səddi tayfaları yaşamışlar. Eləcə də bir erməni mənbəsinə nəzər yetirmək istəyirəm. İvan Orbelinin Sakan tarixi əsəri. Bu əsərdə Qərbi Azərbaycanlıların müxtəlif dövrlər ərzində Qərbi Azərbaycanda türklərin yaşadığını qeyd edilmişdi və eyni zamanda bununla yanaşı həm də 1917-ci il bir statistikası var ki, burada Qərbi Azərbaycan əhalisinin 212 min nəfər təşkil etdiyini və onlardan 38%-nin ermənilər təşkil etdiyi halda 61%-nin Azərbaycanlılar olduğunu qeyd edilmişdi. Bunun üstündə xüsusi dayanmaq istəyirəm, çünki tarixi bir xəritələrə, tarixi ümumiyyətlə nəzər yetirdikdə görə bilərik ki, 1828-ci ildən etibarən Çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə dəfələrlə köçürmə siyasəti yerinə yetirilmişdi. Ermənilərin köçürülməsi həmin dövrdən etibarən başladığı halda artıq deməli bununla yanaşı biz 1917-ci statistikasına baxsaq, Qərbi Azərbaycanda həqiqətən də əhalinin yarıdan çoxunu deməli Azərbaycanlılar təşkil etdiyini görə bilərik. Eləcə də xəritələrdə də görə bilirik ki, Çar Rusiyası dəfələrlə hərbi topografik xəritələr tərtib etmişdi. Azərbaycan ərazisində Stepan Burnaşov adlanan bir general 1786-cı ildə Azərbaycan vilayətlərinin təsviri adlı bir xəritə tərtib edir və bu xəritədə diqqətimi daha çox cəlb edən İrəvan xanlığının ərazisi oldu ki, hansı ki, indiki Ermənistan ərazisindədir. Və daha sonra 1903-cü il Rusiya İmperiyasının hərbi topografik xəritələrini nəzərə yetirsək, burada da Zəngəzur mahalının xəritəsini görə bilərik. Və daha neçə sübutlar, neçə faktlar bizim həmin ərazidə, daha doğrusu Azərbaycan türklərinin həmin ərazidə məskunlaşdığını göstərir. Etnik tərkibinə nəzər yetirdikdə isə bu dövrdə deməli Kimellər, Saklar, Buqarlar, Qarqarlar, daha sonra Əfşar, Əfqan, Şamlı, Türkmən, ayrı kimi tayfaları məskunlaşdığını görə bilərik. Bunu isə əsaslı şəkildə gördüyümüz kimi deməli 1988-ci ilə qədər qorunub saxlanan Şərqi Ermənistanda tapılan qoyun şəkildə də gördüyümüz kimi daha sonra yəhərli at heykəlləri xalqımızın keçmişini bir daha sübut edən əsaslı mənbələrdəndir. 17-ci əsrdən ümumiyyətlə biz nəzər yetirsək, ermənilər dəfələrlə Böyük Ermənistan xülyası uğrunda mübarizə aparmışlar və bu mübarizənin arxasında da Çar Rusiyasına arxalanaraq Azərbaycan xalqının taleyinə, Azərbaycan xalqının tarixində çox ciddi bir şəkildə dərin izlər buraxmışlar. Bunların bəziləri gizlədilmişdi, bəzi sənədlər arxivdə saxlanılmışdı, bəziləri isə Azərbaycan xalqının tarixində heç yaşamamış kimi göstərilmişdi. Bunlardan biri də zəhmət olmasa Anar bəy. Bunlardan biri də 1919-cu ildə 19 noyabrda Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qafan nahiyəsində baş verən, deməli Çaylı və Oxçu kəndlərində baş verən bir gecə içində olan qanlı tarixdən danışacağam ki, bu tarix həqiqətən də Qərbi Azərbaycanda baş verən ən faciəli soyqırımlardan biridir ki, bir gecə içində 400-ü qadın və uşaq olmaqla 900 nəfər Azərbaycanlı heç bir səbəb olmadan, heç bir xalqın tarixində görünməyən bir amansızlıq qətlə yetirilmişdi və bu da yenə də hər zamanki kimi Sovet dövrü tərəfindən, Sovet hökuməti tərəfindən gizlədilmişdi. Daha sonralar arxiv sənədlər üzə çıxarılmışdı. Mən tarixi zərurətə nəzər yetirmək istərdim ki, xalqımızın tarixində nə qədər qanlı izlər olsa da, bir o qədər də tarixi zərurətimiz var. Hansı ki, bunu Azərbaycan Respublikası İlham Əliyev dəfələrlə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dəfələrlə qeyd etmişdi ki, bunlardan biri də 7 yanvar 2025-ci ildə deməli yerli televiziya kanallarına müsahibəsində çıxışında bildirilir ki,
o qeyd etmişdi ki, Qərbi Azərbaycana qayıdış həqiqətən də tarixi bir zərurətdir və bu barədə ciddi işlər görülür. Bu müsahibənin əslində sualın sona saxlanılması və cavabının da möhtəşəm bir cavab olması ki, hansı ki, dünya dövlətlərinə bir mesaj olaraq çatdırılması, mən deyərdim ki, həqiqətən də gələcəyin tarixi bir zərurət olduğunu göstərir. Son olaraq onu deyim ki, yəni bəs Qərbi Azərbaycana qayıdış məsələsi deməli tarixi bir, yəni beynəlxalq diasporada, beynəlxalq əlaqələrdə həll olunan bir məsələdir. Amma bəs biz Azərbaycan xalqı olaraq, xüsusilə də Azərbaycan gəncləri olaraq bu prosesi necə sürətləndirə bilərik? Mən bir neçə məsələyə toxunacağam. Əgər biz bu məsələləri həqiqətən də real bir şərait reallaşdıra bilsək, deməli bizim qayıdışımız daha da çox sürətlənmiş olar. Hansı ki, dünyanın müxtəlif ölkələrində, xüsusilə Qərbi Azərbaycanda yaşayan icmalarda mədəniyyət mərkəzləri təsis etmək, sərgilər təsis etmək, Qərbi Azərbaycanın adət-ənənəsinə, mədəniyyətinə, geyimlərinə, mətbəxinə aid olan bir çox sənədi filmlər təşkil etmək olar ki, bütün dünya bu barədə məlumatlansın, artıq psixoloji cəhətdən bütün dünya əhalisinin beyninə yeridilmiş olsun. Eləcə də bölgənin iqtisadi inkişafını sürətləndirmək üçün xüsusi iqtisadi zonalar tərtib etmək olar ki, məsələn, Göyçə gölü ətrafında ekoturizmin inkişafı üçün bir layihə tərtib etmək olar. İndidən hazır olsun ki, inşallah qaydanda əhalinin axını daha da sürətlənmiş olsun. Və mən xüsusi olaraq buna toxunmaq istəyirəm ki, Azərbaycan gənclərinin etməli olduğu bir prosesdir ki, bu informasiya bolluğu dövründə yaşayırıq və bunun üçün də biz Qayıdış və Gələcək adlı bir sosial media platforması təsis edə bilərik ki, bu platforma sayəsində biz bura interaktiv səhifələrdə və yaxud da daha sonra məqalələrdə və ya bir neçə deməli videolar qoya bilərik ki, bununla da bütün dünya tanımış olsun Qərbi Azərbaycanı. Son olaraq onu qeyd edim ki, təbii ki də bu qayıdış yalnız bir ərazi məsələsi deyil, bir millətin, bir xalqın tarixində mədəni irsinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasında böyük bir zərurətdir və tarixin bütün səhifələrində biz bunu görə bilərik ki, xalqın birliyi, sarsılmaz iradəsi sayəsində hər zaman deməli tarixi ədalət bərpa edilmişdir. Ümid edirəm ki, sizi yormadım, çalışdığım qədər fikrimi yekunlaşdırdım. Diqqətinizə görə həqiqətən də təşəkkür edirəm. Fatıma kızım çok teşekkürler. Təşəkkür edirik Fatimə xanım, çox sağ olun. Və son olaraq gəldik Nihat bəyə. Nihat bəy də idarəetmə məktəbləri mövzusunda bir təqdimat və araşdırması olduğunu bildirdi və indi sizə sözü ona vermək istəyirəm. Buyurun Nihat bəy, söz Hoş sizdə. geldiniz. Salam, çox sağ olun söz verdiyinizə görə. Deməli, mənim ümumiyyətlə ixtisasım biznesin idarə edilməsidir. Yəni, biznes və idarə etmənin birgə fəaliyyətidir. Ümumiyyətlə, biznes nədir? Belə başlamaq istəyirəm. Biznes hər hansısa bir iş və ya fəaliyyətdir. Başqa sözlə desək, gəlir gətirən hər hansısa bir məşğuliyyət və ya iş biznes sayılır. Biznes demək olar ki, qazanc əldə etmək üçün iqtisadi fəaliyyət növü olub, işgüzarlıq mənasını daşıyır. İstehlakçıların, yəni biz alıcıların tələbatlarının ödənilməsi və mənfəətin alınması məqsədi ilə təşəbbüskar insanlar arasındakı işgüzar münasibətlər toplusudur. Mənfəət dedikdə isə mənfəət nədir? Mənfəət hər hansı bir təşkilat və müəssisənin qazandığı gəlir və onun xərclədiyi xərcin fərqidir. Məsələn, hər hansı bir şirkət əgər aylıq 50.000 dollar qazanırsa və 20.000 xərc xərcləyirsə, nəticəsində onun mənfəəti 30.000 dollara yaxındır. Bundan başqa biznes fəaliyyəti ilə məşğul olan insanlar biznesmenlər adlandırılırlar. Biznesmenlərin hər birinin əsas məqsədi odur ki, öz şəxsi bizneslərini yaratsınlar və buna görə də idarəetmə haqqında ilkin anlayışları bilməlidirlər. İdarəetmə nədir? İdarəetmə bazar iqtisadiyyatı şəraitində maddi, maliyyə və əmək resurslarından istifadə etməklə qarşıya qoyulan bir məqsədə çatmaq üçün işgüzar münasibətlər məzmunusudur. İdarəetmənin bir elm kimi formalaşmasının inkişaf etməsində idarəetmə məktəblərinin rolu böyükdür. İdarəetmə məktəbləri ümumiyyətlə bu sahədə biliklərin formalaşmasında, həmçinin elmi məqalələrin və əsərlərin yazılmasında xüsusi rol oynamışdır. Deməli, ümumiyyətlə tarixən 4 idarəetmə məktəbi olmuşdur ki, ilk idarəetmə məktəbimizin adı elmi idarəetmə məktəbi olmuşdur. Bu, təqribən 1886-cı ildən 1920-ci ilə qədər olan dövrü əhatə edir. Elmi idarəetmə məktəbi yaradıcısı olmuşdur. Frederick Wilson Taylor, Henry Hunt, Frank Gilbert və Lillian Gilbert olmuşdur. Ümumiyyətlə, iqtisadiyyatda bu sırf
idarəetmə elmini yaradan şəxs isə Henri Fayol olmuşdu. Bu da hansı ki, klassik idarəetmə məktəbində təkrar onun haqqında danışacağam. Ümumiyyətlə, bu elmi idarəetmə məktəbinin üstünlükləri bundan ibarət idi ki, idarəetmə əməyi fiziki əməkdən ayrıldı. Əmək şəraitin fəaliyyətinə iş və vaxt normalları tətbiq edilməyə başladı. Yəni, insanların müvafiq iş rejimləri və hər bir şəxsin özünə uyğun, özünün qabiliyyətinə, özünün bacarığına, səriştəsinə və psixologiyasına uyğun yeni bir işlə təmin olunmağa başladı. Bundan başqa təşkilatçılar işçilərə əlavə maddi və mənəvi mükafat verməyə başladılar. Maddi mükafatlar dedikdə biz burada əlavə pul misal göstərə bilərik, yəni 13-cü maaş kimi. Mənəvi mükafat dedikdə isə sertifikatlar, təşəkkürnamələr və s. bunları misal göstərmək olar. Bundan başqa əl əməkdə yüngülləşdirilməyə başlamışdı. İkinci məktəbimiz isə klassik idarəetmə məktəbi idi, hansı ki, mən bunu əvvəlcədən demişdim. Bu da 1920-ci ildən 1950-ci ilə qədər olan dövrü əhatə eləmişdi. Bu idarəetmə məktəbinin yaradıcısı isə Henri Fayol olmuşdu, hansı ki, idarəetmə elminə ən böyük töhfələri o vermişdi. Hansı ki, idarəetmə elminin funksiyaları, idarəetmə elminin üsulları, prinsipləri haqqında ilkin məlumatları Henri Fayol yaratmışdı. Funksiyaları planlaşdırma, təşkil etmə, motivləşdirmə, marketinq və nəzarətdir. Bunların hər biri idarəetmənin əsas funksiyalarından biridir. Məsələn, planlaşdırma dedikdə hər hansısa bir müəssisə və ya təşkilatı misal göstərsək, qısa müddətli və uzun müddətli planlar qurmalıdırlar. Yəni, qısa müddətdə qazanacağı gəlirlər və onun mənfəəti və uzun müddətdə. Bunu hesablamaq üçün əgər mənfəəti planlaşdırmanı eləyiriksə, 12 aydan qısa olarsa plan, deməli bu qısa müddətli plandır. 12 ay və 12 aydan daha artıq qısa plan, deməli bu artıq uzun müddətli plandır. Həmçinin marketinq də burada əsas rol oynayır. Hər hansısa bir təşkilatın, belə deyək, özünün sosial media hesabları, özünün etdiyi reklamlar da burada əsas rol oynayır. Sonra üçüncü məktəbimiz isə İnsani Münasibətlər məktəbi idi. İnsani Münasibətlər məktəbi də 1930-cu və 1950-ci illəri əhatə eləyir. Hər bir işçiyə fərdi qaydada yanaşırlar. Yəni, hər bir işçiyə fərdi xüsusiyyətlərinə, onların bacarıqlarına, səriştəsinə, qabiliyyətinə, psixologiyaları ayrı-ayrı nəzərə alınırdı. Bundan sonra müasir idarəetmə məktəbi yarandı ki, müasir idarəetmə məktəbi də 1950-ci ildən günümüzə qədər olan dövrü əhatə eləyir. Artıq müasir idarəetmə məktəbində yeni texnologiyalara daha da üstünlük verildi. Yeni rabitə texnologiyalarının köməyi ilə informasiyaların ümumiyyətlə ötürülməsi, kompüter texnologiyaları vasitəsilə riyazi hesablamaların aparılması, ümumiyyətlə məlumatların saxlanılması, işlənilməsi, ötürülməsi artıq müasir idarəetmə məktəbində yarandı. Həmçinin innovasiyaların da burada rolu böyükdür ki, məsələn, bunlara bir misal göstərsək, əvvəlcə deməli, benzin və dizellə işləyən məsələn, insanlar maşınlardan istifadə edirlər. İnnovasiyanın nəticəsində isə artıq deməli, benzin və dizel olmadan işləyən, yəni günəş enerjisi ilə işləyən maşınlar da keçid etdilər. Bundan başqa VR və AR texnologiyalarının da inkişafı nəticəsində, məsələn, biz əvvəl, məsələn, Misir piramidaları haqqında məlumat əldə etmək istəyir. Əgər oranı görmək istəyiriksə, hər bir şəxs burada Misirə getməlidir ki, həmin yerləri səyahət eləsin. Artıq bu belə deyil. VR və AR texnologiyaların vasitəsilə biz öz telefonumuzdan və ya kompüterimizdən həmin ərazilərə bir sanal səyahət edə bilirik. Ümumiyyətlə, bu idarəetmə məktəblərinin də yaranması nəticəsində idarəetmə, yəni biznes sahəsi daha da inkişaf elədi. Yeni biznesmenlərin deməli, bu sahəyə olan töhfələrinə daha da təkamül verir. Diqqətinizə görə təşəkkür edirəm. Çok çok teşekkürler Nihat. Allah razı olsun. Böyle gençlerimizin araştırmaları bu kısa zamanda bu şekilde açık ve net bir şekilde ele almaları konuları bizim için gururdur. Allah ilminizi artırsın, yolunuzu açık eylesin. Çok teşekkürler. Şahsım adına hepinizden çok yararlandım. İnşallah bir dahaki programda biraz daha geniş zamanlı konuyu daha rahat anlatabileceğiniz bir şekilde inşallah olacak. Bu arada hazır olun. İlk çıkışlar hep böyle 5'er 6'şar dakikalık. İkinci çıkışlar artık hani konsepti artık biliyorsunuz duruma göre daha bir geniş zamanlı güzel bir şekilde inşallah konuları ele alalım. Çok iyi anlıyorum. Hepinizin zamanı dar olduğu için bu kadar önemli konuları bir o dar zamana sığdırmak kolay değil. Ama tebrik ederim. İşte her yiğidin marifeti değildir. Bu dar zamanda böyle güzel şekilde kendini ifade edebilmek. Gurur duydum hepinizden. Teşekkür ederim.
Eynən Cümacım, həm mövzular bir-birinə maraqlıdır, rəngarəng Evet, mövzular. evet. Yine her daldan. Birinci bölümün sonuna geldi hocam. Bir daha bütün gençlerimize teşekkür ederim. İnşallah daha geniş zamanlı bir programda görüşme ümidiyle. İkinci hissəyə gəldiksə, bugünkü şəhidlərimiz Xızı rayonu şəhidi Rasim Məmmədov, Qazax rayonu şəhidi İmamverdi İsmailov və İmişli rayonu şəhidi Nəcməddin Samanovun xatirələrini anacaq. Və yenə burada da hocamızın Azərbaycan səfəri və həmin ailələrlə görüşündən bir video çarx hazırlamışıq. İstəyirəm onu təqdim edeyim. Sağ Nəcməddin anası, sağ olun, var olun. Burada mən sizi ilk dəfə şagirdim Kaptan Əsədin doğum günündə görmüşdüm və o zamandan da arzu edirdim ki, mənə görüşdüm. Şükür bugün bugün oldu. Amma Zoom proqramında çox vaxt izləyirəm. Həmişə yox, amma çox vaxt izləyirəm. Sizi burada görməyimə çox şadam. Allahdan sizləri sağlamca, bərəkətli ömür arzulayıram. Oğlumun şəxsi əşyası da adı soyadı üstündədir. Bundan daha güzel ne olabilir? Apara bilməzsiniz? Çok güzel. Yok, bundan güzel daha ne olabilir? Hə, adı soyadı üstündə də sadəcə içində də yazmışam sizə ki, mənim oğlumun şəxsi əşyası Almaniyada muzeydə yer tutduğu üçün sizə dərin minnətdarlığımı Çok bildirirəm. Onu da teşekkür ederim. içinə yazıb Allah razı qoymuşam. olsun. Çok ince düşünmüşsünüz. Bunda adı. Çok teşekkürler. Hep programda söylüyorum Esed'le beraber yan yana olan şehidimiz kastettiğim işte Necmettin'dir. Hep Esed'le beraber dedim, Melek Hanım'la beraber. Evet. Mesela ilk defa ana vətən gəlməsini Evet, öyrəndim. evet. Allah razı olsun. Çok teşekkür ederim. Və Başımın Allah bir razı məktəbdə olsun. oxuyub, En büyük dua Allah razı olsun Çok teşekkür ederim. deməkdir. Tabii ki. Allah razı olsun. Çok teşekkür ederim. Az önce Akstafa'nın Şehitler Kervanı'ndan Mutlu Bey'in evine geldik. Ve burada plaketleri vermeye devam ediyoruz. Bakın burada plaketin üstünde Destan yazan kahraman İmamverdi İsmailov'un ailesine ki hep programımıza katıldığı için bu plaketi yapıyoruz. Bu kutsal vatan toprakları kahraman şehitlerimizin canları pahasına korunmuş ve onların yazdığı destanlarla yücelmiştir. Onların cesareti, fedakarlığı ve sarsılmaz inançları sayesinde milletimiz özgür ve bağımsız bir geleceğe adım atmıştır. Bu büyük destanı yazan kahramanlarımızı, şehitlerimizi ve onların aziz hatıralarını sonsuz minnetle anıyoruz. Kıymetli şehit ailelerimize bu fedakarlığın her zaman kalbimizde ve zihnimizde canlı kalacağını ifade etmekten onur duyuyoruz. Sizler kahramanlarımızın en değerli emanetisiniz. Minnet ve saygılarımızla Cemaat-i Özdemir Almanya hayırlı uğurlu olsun ve çok teşekkür ederim ki hep bizi katılarak yanımızda olduğunuz için takip ettiniz. Desteği olursunuz. O dikkat bize her şey demek. Çok sağ olun. Sevda Hanım, Rasim Mehmetoğlu, yöneticisi aramızdadır. Sevda Hanım, duygularınızı bize anlatabilirsiniz. Biz zaten tanıtımda da herhalde sizinle yapmıştım yengesi olarak. Burada da canlı olarak duygularınızı anlatabilirsiniz. Hepinize teşekkür ederim. Hoş geldiniz Azərbaycana. Mən Sevda Məmmədova, Rasim Məmmədovun yengesiyəm. Qardaşımın yoldaşıyım. Rasim 1-ci Qarabağ müharibəsinin 1994-cü ildə may ayının 3-ü şəhid olmuş. Şəhidin yengesiyim. Rasim 1994-cü il may ayının 3-ü şəhadət olacaq. 5'i torpağa tapşırıldı. Goranboyun Şahqaraboyunlu kəndində şəhid olub. Mən Rasimlə qürur duyuram. Düz mənim qardaşım yoxdur, amma minlərcə illik qardaşım var.
minlərcə analarım var, bacılarım var. Sizləri tanımaqla da qürur duyuram hər birinizlə. Hər birinizin əllərindən, gözlərindən öpürəm. Nə yaxşı ki varsınız, nə yaxşı ki sizləri tanıyıram. Allah sizləri var eləsin. Çox sağ olun, təşəkkür edirəm. Bir gelin kızımızı düşünün ki evlenmiş, bir aileye girmiş. Direkt olarak şehidin hiçbir yakınlığı olmadığı halde yengesi olarak bir bayrak gibi ortaya çıkmış. Hayırlı gelin, hayırlı evlat edineceğiz. Ya Rabbi benim de. Ya Rabbi çocuklarıma, kızlarıma, çok kızlarıma, oğullarıma, torunlarıma salih, saliha eşler nasip eyle. Onlar da öyle yap. İşte eşler saliha olunca yengeymiş, bibiymiş, teyzeymiş. Hiç önemli değil. Aslanlar gibi temsil ediyor. Onun için teşekkür ederim. Özellikle teşekkür ederim. Mənim borcum, mənim borcum herkesin borcu. Allah razı olsun. Teşekkür ederim. Allah bütün şəhidlərimizə rəhmət etsin. Həm də bu gün bizim Natiqin, Natiq qardaşımın və Tağının da anım günüdür. Allah onlara da rəhmət etsin. Ruhları şad olsun. Yazmıştım, duygulandım, onları yaşadım. Yine o derim ya, masallı, yardımlı, ilişkili, kutsal, dizi, bütün onlar hepsi aklıma geldi. Çok da duygulandım. Özellikle ilişkide zaten Rabile Hanım'la, Afet Hanım'la, Akstafa'dan falan bayağı bir güzeldi. Dolma ailemle beraber olmak benim için şerefti. Aynen Cümadicim. Elə ilk olaraq sözü Ramilə anaya vermək istəyirəm. Ramilə Savalanova, İmişli şəhidi Nəcməddin Savalanovun anası. Buyurun Ramilə ana, söz sizdədir. Allah'ım hoş geldiniz. Salam, axşamınız xeyir olsun. Bütün konfrans üzvlərini salamlayıram. Başda Cəmaləddin hocam, siz, Anar bəy olmaqla. İçimdə çox böyük sıxıntı vardı. Nədən başlayacağım, nədən danışacağımı bilmirdim. Çox həyəcan keçirdirdim. O unudulmaz görüşdən fragment göstərdi Anar balamız. Allah razı olsun. O qədər rahatlıq tapdım içimdə. Və həqiqətən də çox böyük iş görürsünüz. Bu şəhid anaların, valideynlərin yad etməklə, onlarla təmasda olmaqla, onları tanıtmaqla, ən əsası onların dərdinə qulaq asmaqla siz çox böyük iş görürsünüz. Dərdli dərdlərini tapar, öz dərdində dərdliyə söylər, elə bilirəm, onda rahat olar. Burada konferansda iştirakçıların əksəriyyəti eyni dərdin adamları yox və biz bir-birimizə dayaq olaraq sizin sayənizdə ayaqda dururuq və addımlamağa başlayırıq. Mənə ailəm adından təşəkkür edirəm ki, yer verdiniz, dəfələrlə verilmişsiniz, orası elədir. İndi bugün Nəcməddinin haqqında danışmaq üçün, tədbirdə fragmentlər göstərmək üçün vaxt ayırdığı üçün təşəkkür edirəm. Bu aylar, məsələn, aprelin 2016-cı ilin aprelin 2-sində Nəcməddin yaralandı. 2016-cı ilin aprelin 2-sindən mayın 9-una qədər hər anı, hər dəqiqəni mən olduğu kimi yaşayıram. Ya burada Sarcanlarda xəstəxanada, ya Bakıdakı hospitalda. O günləri heç cür unuda bilmirəm. Nəcməddin atası rəhmətə gedəndə 6 yaşı vardı. 3 oğul böyütdü. Həmişə ayağın üstə durmağı elə bil özümə şüar seçmişdim. Güclü qadın kimi özümü göstərirdim. Ancaq nə qədər çalışam aprelin 2-sindən mayın 9-una qədər o içimdə o gücü hiss eləmirəm. Amma belə dəyərli dinləyicilərin, insanların ətrafında olanda həqiqətən də o güc hardasa elə bir qığılcım kimi artır. Nəcməddin uşaqlığı, bütün uşaqlar kimi, uşaqlığı xoşbəxt bir ailədə doğuldu, amma atasızlıq onun elə bir qismətinə yazılmışdı. Nəcməddin qeyri-adi uşaq olduğu nədən hiss edirdim? O 3-cü sinifdə oxuyanda ərəb əlifbasını öyrəndi. 5-ci sinifdə oxuyanda musiqini öyrəndi. 8-ci sinifdə artıq şeir yazırdı. Nəcməddində belə bir xüsusiyyət vardı. İndi çətinlik idi də nə qədər olmaya. İndi şəhid ailələrinə dövlət arxa durur, dayaq durur, evladlarını oxudur. Amma tək mənim üzərimə çox ağırlıqlar çökmüşdü. Amma heç vaxt bundan şikayət etməzdim. Çünki uşaqlar tərbiyəli, savadlı oldular.
və hər üçü də paqonu seçdi. Nəyə gətirir? Nəcmənin bir nöqsanı olanda istər-istəməz anadır da, istəyir uşağı cəzalandırsın. O qaçmırdı. Dik dururdu qabağında ki, nə günahım var, məni cəzalandır. Mən o cəzalanma əlim qalxmırdı və 2 dəfə bu hal oldu. Fikirləşdim ki, bu onun üçün bir adət olar. Ona görə elə elədim ki, bu hal bir də təkrar olmadı. Vətən sevgisi bilmirəm, nədən keçdi, gendən gəldi, nədən gəldi bilmirəm. Ancaq onu bilirəm ki, 91, 92, 93-cü illərdə, ən çox 93-cü illərdə bizim evləmizə çox qaçqın gəldi, gətirdi Qubadlıdan ən çox, bir də Cəbrayıldan. O anları biz yaşadıq, bizlə bərabər onlar da yaşadı. Və onlar da yaşadı, onların kiçik qəlbində elə bir vətən sevgisinin hüceyrələri kök qatdı, toxumları cücərdi. Cücərdikcə Nəcməddin Naxçıvan hərbi liseyi seçdi. Oradan da Ali Hərbi Məktəbə daxil oldu və burada idarəetmə mühəndisliyi 2007-ci ildə bu ixtisası bitirib Sanqaçalda işə başladı və o dərzə yazdı, Bərdədə, Ağdamda, sonra Tərtərdə xidmət elədi. Mən Nəcməddini bir oğul kimi tanıyırdım. Mənə tərəf olan sifətin elə bir bilirdim, insan kimi tanıyırdım. Musiqiyə, riyaziyyata, şeirə mərağı olan bir insan kimi tanıyırdım. Amma peşəkar, bilirdim işinin peşəkarlığı da. Amma necə zabit olduğunu elə bilmirdim. Nəcməddin şəhid olandan sonra onun hərbi hissəsindən çox uşaqlar gəlirdi. Onun elədikləri, göstərdiyi şücaətlərdən danışanda mən elə bir istər-istəməz qürur duydum ki, oğlum həqiqətən də belə peşəkar bir zabit, vətəni sevən bir oğul, bir ailə başçısıdır. Nəcməddinin bir zabit kimi yoldaşlar da onu çox sevir. Çox. Və ondan sonra elə bir tamam olaraq ümidi kəsilmişdi. Həmişə müharibəyə hazır olduğunu iddia edirdi. Çox sevir, istəyirdi ki, tez olsun müharibə. Bu əzabdan tez qutarsınlar. O içində bu əzabı çəkirdi, hiss edirdim. Onun gözlərindən hiss edirdim ki, o bu əzabı çəkir içində. Amma bildirmirdi. Amma şeirlərində vardı. Görürsən, bədahətən idi şeirləri. Elə bilirdim, qafiyə xatirinə idi. Vallah, billah, müharibəyə hazır. Belə qafiyə açırdı. Elə bilirdim, qafiyə xatirinə. Amma sonralar gördüm ki, yox, həqiqətən də o elə bir müharibəyə tam hazır idi. Və öndə getdi. Öndə getdi, onların işi yol açmaq idi. Amma o özü işini görmüşdü. Öz işini görmüşdü, sonra irəli getmişdi. 37 gün həyatla mübarizə apardı. Yaşamaq uğrunda mübarizə apardı. Amma qismətində şəhadət imiş də yəqin ki, şəhadət olacaq. Nəcməddinin vətənə 3 əmanəti var, evladı. 3 evladı var, 2 qız, 1 oğul. Baxıram ki, Nəcməddində olan xüsusiyyətlər, onlarda hərisində bir cür var. Savalanlı Leyla bir natiq kimi yetişib, 9-cu sinifdə oxuyur. Ulu Öndər Heydər Əliyevə həsr olunan ən yaxşı təqdimat müsabiqəsində Respublika üzrə 2-ci yer tutdu. Sonra hal-hazırda aprel ayında olubdular. Abşeron rayon İcra Hakimiyyətinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir mövzusunda inşa müsabiqəsində isə 1-ci yer tutub. Yəni ki, Nəcməddini onlar da bir cür yaşadır. Nəcməddin dəfn olunanda qızının 6 yaşı vardı. Eynən Nəcməddin atası rəhmətə gedəndə Nəcməddin də 6 yaşı vardı. O, Leyla böyük möhtəşəm izdihamla götürdülər. Leyla adamları yarıb gedib orada demişdi ki, mən atamın öyrətdiyi şeiri söyləmək istəyirəm. Hə, biz də məhəttəl qalmışdı o necə.
o vətən sevgisi haqqında bir şey söylədi. Yəni Nəcməddinin ruhu da, qanı da balalarındadır. Balaları onun elə bir layıqlı davamçılarıdır. Nəcməddin haqqında çox danışarım, çox. Çünki Nəcməddin keçdiyi həyat yolu bütün şəhidlərin keçdiyi həyat yolu ilə eynidir. Məsələn, mən deyərəm ki, əziyyət çəkib, görürəm ki, şəhidlərin hamısı ilə əziyyət çəkib. Təhsildə bu cür olub, görürəm ki, bütün şəhidlər də hamısı elədir. Haram tikə keçməyib boğazından, bütün şəhidlər elədir. Yəni, bunlar seçilmişlərdir. Allah tərəfindən seçilmişlərdir. Mən bunu olduğu kimi qəbul edirəm. Çünki onlar dünyaya gələndə Allah tərəfindən onların şəhadətə yetəcəyi günü yazılmışdır. Və elə bilirəm ki, bir fikir məni narahat etmir heç vaxt beynimdə. Və onları mələklər qoruyub həmə şəhadət olduğu günə qədər. Allah tərəfindən hamısına elə bir mələklər ayrılır. Çünki o qədər çətin vəziyyətlərə düşüblər ki, onlardan hamısından sağ-salamat çıxıblar. Ancaq şəhadət gününə qədər. Quranda da ayə var. Şəhidlər ölməyi diridir. Bəqərə surəsində 156 da bilirəm, dəqiqəyə bilmərəm oradadır. Mən buna olduğu kimi inanıram. Çünki Nəcməddin yaşadığını hiss edirəm. Nə qədər bir çətinə düşəndə o yuxu vasitəsilə bizə yol göstərir. O gün məsələn ailəsinin bir çətin işi vardı. Səhər yuxuda ona deyib ki, nə yatmırsan, dur apar uşaqları qoy, get o işin alınacaq. Gedib onu. Sentyabrın 2020-ci il, sentyabrın 15-də böyük oğlum dedi ki, necəni yuxuda gördüm. Dedim, necə gördün? Dedi ki, o qədər sevinirdi. Deyirdi, müharibə başlayacaq. Hər şey yaxşı olacaq. Müharibə başlayacaq, hər şey yaxşı olacaq. O qədər inanırdı onun yuxularına. Hər gün sayırdım, hər gün. Sübh tezdən bombaların səsini saydım. 1, 2, 3, 4, 5, 6, 7-ci atlarında dedim başlandı. İçimdə bir sevinç qalxdı. Bilmirəm, müharibənin başlanmağına, yoxsa yuxunun düz çıxmağına. Və bütün varlığına inanırdım ki, Nəcməddin gözə görünməz bir qoşunla irəlidədir, oradadır. Həqiqətən də inanırdım. Sonra özümü deyirdim, hər bir formada gələcək. Kimi bayrağa bükülür, kimi qazi şəklində, kimi belə. Sən oğlun gəlməyəndə sən özü ələ ala bilməyəsən axı. Nə qədər eləyirdim, bu fikri başımdan ata bilmirdim ki, Nəcməddin orada yoxdur. Müharibə qutardı, hamı bir-bir gəldi. Onda Nəcməddin yuxuma gəldi, nə dedi mənə? Mama, biz gələ bilməyəcəyik. Çünki Naxçıvana yol çəkilir. Və onlar işi tam qutarmıyor. İnanıram mən. Onlar oradadır. Onlar oradadır. Bəlkə də bütöv Azərbaycan, Zəngəzur alınana qədər onlar orada olacaq. Mən bütün varlığımla buna inanıram. Allah səbir versin, Amin Hanım. Allah razı olsun. Çok teşekkür ederim. Zengezur aldıktan sonra aklıma oradan girişik mi? Aynen bile. Bu kadar da söylüyoruz ki onlar her zaman onlar bizden Allah'ın katında dipdiri. Biz gideceğiz. Biz toz olup gideceğiz. Ama Allah bizden bu kainat olduğu müddetçe onlar var olacaklar. Onun için bunu gülerek söylüyorum çünkü dilimiz alışmış onun için. Yoksa onlar hep onların varlıkları tabii ki. Yani burada önemli olan bu ayetin bunu garantiye alması. Sizin dediğiniz de zaten Bakara suresi 154. ayetti. Bir də hocam, burada o qədər gözəl məsələlər qoyuldu ki, günün vacib məsələləri. Və mən ürəyim elə bir fəxrlə döyündü ki, indiki gənclərimiz biz öyrənmədiyimiz, bilmədiyimiz məsələn tarixi öyrənirlər. Və bu qədər bilgiyə malikdirlər. Doğrudan da gənclərimiz çox savadlı, çox uzaq görən, irəli gedəndir. Məsələn, mən 77-də orta məktəbi qurtarmışam da, o zaman bizə bu tarix yad idi, öyrənə bilmirdik. Məsələn, Azərbaycan tarixini, öz tariximizi heç vaxt bilmirdik. Artıq indi hər şey olduğu kimi, indi müasir tarixi kitabını vərəqləyirəm. Nə qədər faktlar var, biz bunlardan bir xəbər. Yəni ki, gənclər bəxtəvərdirlər ki, hər şey olduğu kimi öyrənirlər. Onlara da təşəkkür edirəm. Burada
Bir Zəhra qızımız idi, Fatimə idi, Nihat idi və başqaları o qədər dolğun danışdılar, o qədər gözəl danışdılar. Ən çox Füzuli mövzusunda çox irəli getdi, şaxələndirdi. Orada Qurani Kərim haqqında da belə bir deyildi ki, bəli, Qurani Kərim elmi kitab deyil, amma bütün elmlər bu kitabdan qayıqlanır. Çox təşəkkür edirəm onlara da, bugünkü müasir gənclərə də. Allah ömür versin, sağlam böyüsünlər və düşməni heç vaxt yaddan çıxartmasınlar. Düşmən olaraq qalıb, qalacaq da. Harada olsa elə bil özlərin puskudakı kimi göstərəcəklər. Sizin kimi müəllimələrimizdir bizləri belə böyüdən Ramil anam. Allah sizlərdən razı olsun. Sağ Həqiqətən ol. çox sağ olun. Həm şəhidimizi tanıtdınız, həm gənclərimizi değerlendirdiniz. Allah razı olsun. Çok sağ olun. Onun için şey yapıyorum. Bir de gururla söylüyorum ya, rahilerle görüştüğüm zaman, şimdi bak Gönül Zehra olsun, Dedeleri olsun, Afra olsun, hep onu söylüyorum. Yani bizimkiler, şimdiki gençlerimiz isteyerek, bilerek koşup geliyor. Hani bir mecburiyetten, bir okul mecburiyeti, imtihan olacaklar mecburiyeti olur, gelirler anlarım. Mecbur derslere katılacaklar ki onu anlarım. Burada benim hoşuma gider, hiçbir mecburiyetleri olmadığı halde, bakın pazar günü, cumartesi günü hiç fark etmez, zaman ayırıp böyle gelmeleri muhteşem bir şey. Onun için burada her zaman söylüyorum. Burada gene Rahile'de, Meclise'de hepsine söylüyorum. Sizin nezdinizde bütün gençlere teşekkür ederim birlikte. Hepinize. Bugün katılan bütün gençlerimize görsünler zaten. Allah sizleri var eylesin. Her zaman gurur duyuyoruz. Amin hocam. Allah razı olsun. Evet. Çok sağ olun. İndi sözü Afet Əsgərova, Qazax Şəhid İmamverdi İsmayılovun bacısı. Afet bacı vermək istəyirəm. Buyurun Afet bacı, söz sizdən. Axşamınız xeyirli olsun. Mən də Hayırlı hamını akşamlar. salamlayıram. Hoş geldiniz. Dəyərli vaxtını ayırıb bizləri dinləməyə çalışan insanlara çox sağ olun deyirəm ki, Evet. şəhid ailələrinə lazım olan diqqəti yetirin. İsmailov İmamverdi mənim qardaşımdır. 1989-cu ildə Qazax rayonunun Aşağı Əspara kəndində anadan olub. 2 yaşı olanda Aşağı Əspara kəndi ermənilər tərəfindən zəbt olunub və biz məcburi köçkün həyatı yaşamağa məcbur olmuşuq. Ailecə bizim ailəmiz həqiqətən də maddi və mənəvi cəhətdən təmin olunmuş ailə olmuşuq. Sadəcə İmamverdinin yaşadığı o qaçqınlıq həyatımı deyim, hərbi hissə yaxınlığında yaşayırdıq. İmamverdinin yaşadığı, ailəsinin yaşadığı o günlər onu hərbiçi olmaq qərarına gətirdi. Valideynlərim razı olmayıb heç vaxt ki, o hərbiçi olsun. Amma o onun öz qərarı idi. 8-ci sinifdən sənədlərini verdi və Naxçıvansk adına hərbi liseyə daxil oldu. 5-7 illik tələbə həyatından sonra o Qusar, Sumqayıt və Mingəçevir şəhərlərində ard-arda fəaliyyət göstərib. Mingəçevir şəhərində qərargah rəisi işləyən zaman Tovuz hadisələri baş verdi və generalımızın demək olar ki, şəhidliyindən sonra o heç vaxt məsələn telefonda paylaşımlar etməzdi. Onun bütün səhifələrində yalnız Azərbaycanın gerbi durardı. Yalnız bir gün o səhifəsini Polad Həşimovun şəklini qoymuşdu. O da bir günlük. Ondan sonra yenə həmin heç nə paylaşmırdı. Polad Həşimov rəhmətə gedəndən sonra elə bil onlar Mingəçevir şəhərindən yox, Murov dağının ətəklərində gecə gündüz 4 ay orada oldular. Sən demə bunlar plan yapırmışlar, yollar, izlər, gecə kəşfiyyatlarına çıxırmışlar. Onların heç birini bizə danışmırdı. Bizə sadəcə deyirdi ki, o Gülüstan kənd var, ha, nə gözəl kənddir, oranın meyvəsi də dadlıdır. Bizim elə torpaqlarımız nətər işğalda ola bilər. 27 sentyabrda müharibə başlayan günü İmamverdi Murov dağı uğrunda, Murov dağın fəth edilməsi uğrunda döyüşə girir. Ağca kənd tərəfdən çıxan dəstə İmamverdi İsmayılovun dəstəsi olur. Sonra biz bildik ki, ora 4 tərəfdən, 4 istiqamətdən çıxılıb. İstiqamətin birini İsmayılov İmamverdi idarə eləyirmiş. Heç bir demək olar itki olmadan bir dənə yaralı olmuşdu. Onu da Bakı şəhərinə, qospitala yola salmışdı. Və Murov dağı fəth eləyib
təhvil verəndən sonra 28-ci günü bizə mövqedən düşəndə zəng eləmişdi. Mənim özümlə şəxsən danışanda mən də dedim ki, ay qaqa, heç olmasa gündə bircə dəfə yaxşıyam, salamatçılıqdır sözünü de, kimə olur olsun. İstəyir atıya, istəyir anaya, istəyir mənə, istəyir qardaşımıza. Səndən heç nə istəmirik. Bir dənə o cümləni istəyirik. Qayıtdı mənə dedi ki, bacı, mən hamı ilə danışmışam. Mən hamı ilə danışmışam. İndi də su qovuşuna gedirim. Mən də dedim, ay qaqa, döyüşdən təzə gəlibsiz. Heç olmasa bir gün dayana bilməzdin. Dedi, yox. Su qovuşanı da 29-unda lazımı mövqeni tutub, sonra arxadan kömək istəmişdilər. Onların demək olar ki, kömək istədiyi maşınlar, BMP maşın, bütün hər şey gəlib çıxır. Amma sadəcə o maşınların həqiqətən BMP-nin içindən ermənilər çıxmışdı və 3 saatlıq əlbəyaxa döyüş getmişdi. 3 saatlıq döyüşdən sonra üzbəüz döyüşlər başlamışdı, keçirmişdilər. İmamverdi və onun yanında olan həkimi şəhid olmuşdu. Onların tutduğu mövqe üçün çox ermənilər, çox canlar alıb bizimkilərdən. Demək olar ki, biz İmamverdinin şəhid olandan sonra bizə məlumat gəldi ki, yoxdur, onlardan yalnız bir nəfər qalıb. O da yaralı vəziyyətdə Naxçıvandadır. Böyük qardaşım onu tapdı. O dedi ki, mən heç nə xatırlamıram. Ağır döyüş idi, heç nə xatırlamıram. Sonra müharibə qutarandan sonra o döyüşdən qalan əskərlər bizə gəldi. İnanırsınız ki, o gələnlərin heç birinin sifəti, birinin qolu, birinin sifəti o qədər ağır döyüş olmuşdu ki, demək olar salamat sifətli insan yox idi. İnanın o 40 gün biz nə çəkdik ki, bu necə döyüş olub ki, orada heç kəs olmayıb, heç kəs qalmayıbdı. Sonra gələnlər dedi ki, həqiqətən çox ağır döyüş olub, çünki önəmli mövqeydi. Vallahi mən gələnlərin dilindən deyəcəm, onlar dedi ki, İmamverdinin girdiyi döyüşə İmamverdidən də yuxarı vəzifədə olanlardan, İmamverdidən də məsuliyyətli olanlara deyiblər, onlar atqaz getmişdi, düzdür. Onları cəzalandırıb öz vəzifələrindən azad eləmişdilər. Kim ki döyüşə girməkdən atqaz getmişdi, amma İmamverdi həmin döyüşü götürüb və Murad dağdan düşdüyü dəstəni qoyub başqa bir dəstə götürüb döyüşə girmişdi. 28-ci günü də lazım olan mövqeni tutmuşdu. Və Bəxtiyar adında bir oğlanın danışdığına görə İmamverdi komandir idi. Bir şey var ki, İmamverdi əmr verməli və döyüşə göndərməli idi, dedi. Bizim, dedi, komandirimiz amma özü döyüşə könüllü getdi. Hətta deyir, BMP-nin içində idarə edən heyət 2 nəfər idi. Onun birini düşürdük ki, sən düş, mən getməliyəm. Ona yer yox idi, deyir. Əslində o döyüşə özü girməməlidir, sadəcə göndərməli idi. Çünki qərargah rəisi idi, oturmalı idi və göndərməli idi özünün həmlə tabrından bir dəstə göndərməli idi. Amma deyir, o dedi, özüm gedərəm. Mən də deyir, həmişə ona dayı deyirdim, baş leytenant idi danışan. Dedim ki, dayı sən döyüşə girmədi də biz gedirik. Dedi, yox, elə şey yoxdur. Və mən dedim ki, siz rəhbərsiz, niyə döyüşə gedirsiniz? Əllərini deyir, atdı belə paqonlarını belə qopardı ki, bunlar mı məni sizdən fərqləndirir? Döyüşdür, mən də getməliyəm, mən sizi tək göndərə bilmərəm. Və bizə gələn, ikinci dəfə gələnlərin içində demirəm, onların hamısı yaralı idi. Birinin sifəti, birinin qolu, birinin başı, hamısı yaralı idi. Yalnız biri sir sifəti yerində idi. O əyildi mamamın ayaqlarına, anamın ayaqlarından qucaqladı. Mamam dedi ki, ay bala, sən İmamverdinin nəyisən ki, məni ilə qucaqlayırsan? Dedi, xala, İmamverdi məni başından düşürüb. Mənim yerim özü döyüşə gedib, mən onun sayəsində buradayım.
Ben size borçluyum ki sağım. Mamam dedi o sözü bir de ağzına alma bala. Bircə söz derdi gelenlere. Özünüzü koruyun, özünüzü koruyun. Çok mehriban oğlan olmam verdi. Bacıya, kardeşe, atyanıya hakikaten de çok mehriban. Elə onun nəticəsidir ki, 4 ildə Manverdidən sonra nə atam, nə anam dayana bilmədi. 2 yıl sonra atam rəhmətə getdi. 4-cü il tamamında da anam rəhmətə getdi. Demək olar ki, hər verilişdə dinləyirəm anaları. Hamısının qarşısında baş əyirəm. Deyirəm, heç olmasa siz bərk durun, mənim atam anam dözə bilmədi. İnanın özümü elə çarəsiz hiss eləyirəm ki, Allah səbir versin Afət bacı. Allah səbir versin. Allah şəhidlərimizə rəhmət eləsin. üzürü sanki sizi de narahat eləyirəm. Ama yine Estağfurullah, de ne demeydim. en azından Afet onların Hanım size adını baştan, Afet anlamda Hanım ben size en baştan dedim ki orada ne demiştim size geçen de hatırladınız. Biz bir aileyiz, yalnız değilsiniz dedim. Hiç merak etmeyin. Onun için rahat ettim falan kelimelerini bir daha duymayayım. Öyle rahat olsak kalkıp bu programları yapmayız. Sizleri buraya davet ederiz. Onun için sizler bizim canlarımızsınız. Her zaman söylüyorum. Yani baş tacımızsınız. Bütün şehit aileleri biliyorlar bizim bu durumumuzu. Yani Allah'ın izniyle o bütün bir ruh diye görüyorum. Hepinizi bir ruh gibi görüyorum. Sadece bu ruha zarar veren birkaç kişinin dışında diğerleri hepsi her zaman elimizden geldiği kadar yanımızdayız. Diğerlerine gelince kendi düzelttikleri zaman gene yanlarındayız. Kendileri problem olduğu için uzak tutuyoruz bazen. Sizler gibiler her zaman baş tacısınız. Benim 30 Bey'de de karşılaştığımızda gördüm o uyumu. Zaten Akstafa'da ben ters insan görmedim. Hıyabanda bir tane ters ses geldi. 30 Bey biliyor o Hıyabanda ters sesi. Onun dışında hepinize bak gülerek konuşuyor. Siz ağlıyorsunuz, ben gülüyorum. Niye? Sizin ağlamanız duygularınızdandır. Ya bundan dolayı hüzündendir. Ben gülüyorum. Bu da benim onların yeri hakkında bildiğim malumatlardandır. Sizin ağlamanızla benim bu gülümsememi, tebessümü bir ara getirelim. İşte şehitler budur. Yani ağlayın, özleyin ama aynı zamanda siz zaten biliyorsunuz ne kadar yüce olduklarını. Dolayısıyla rahat olmayın. Burada yabancı bir toplumun karşısında değilsiniz. Evet, videoları dünyaya çarptırıyoruz ama şu anda büyük çoğunluk biz bir dogma ile sizi dinliyoruz. çok sağ olun, Allah razı olsun. Zaman zaman mənə Eyvallah. elə gəlir ki, mən imam verdiyi üçün heç nə eləyə bilmirəm. O məni lap sıxır. Demək olar ki, mən narahat edən odur ki, mən qardaşım üçün heç nə eləyə bilmirəm. Ama vaxtı vardı ki, Onun size ihtiyacı yok ki. Onun size ihtiyacı yok ki. Hiçbir şey yapmanıza gerek yok. Onun için bir şey yapmak istiyorsanız hakikaten ağlayın, özleyin başka ama en azından onunla konuşun. Ve deyin ki var olduğunu biliyorum. Çünkü Allah diyor sen sağsın. Seni çok seviyorum. Onun için hiçbir şey. Ne dualarımıza ihtiyaçları var, ne rahmet okumalarımıza ihtiyaçları var. Vallahi hiçbir şeye ihtiyaç yok. Onun için kendinizi burada üzmeyin. O nedir biliyor musunuz psikolojik mi? Daha o beraber bu birlikte şehit olmadan önceki zamanlarda Allah bilir söylemek istediğiniz şeyler içinizde kalmış, yapmak istediğiniz şeyler içinizde kalmış. Buradan beni şehit Ali'yi dinliyor. İçinizde kalmış şeylerden dolayı kendinizi iyi bitirmeyin. Çünkü Allah bütün o içinizde kalan şeylere rağmen bu planı yaptıysa bir bildiği vardır. Dolayısıyla siz gelin bu modern çağda Allah'ın zenk metotlarını öğrenmeye bakın. Nedir o? Kendi kendinize bir direktmen Allah'a düşünün. Zikir yapın, zikir. Diyor ki bütün yürekler zikirle rahat, huzur bulur. Bir kafanızı şöyle eğin kalbe doğru Allah deyin ve o derinlikten o sözleri dinleyin. Bakın kaç zenk gelecek oradan. Gönül diyor ya, gönülden gönüle bir yol vardır bilinmez. Kalpten kalbe, gönülden gönüle bir yol vardır bilinmez var ya hani. Gönül Dağı şarkısında. Siz de o zengin kanallarını bulun inşallah. Yani telefonun şeyini değiştirin. Yeni çıkmış
Sistem Çox sağ telefon olun. alır, o direkt Allah'la bağlantılı olanlardan. Afet Hanım akıllıdır, biliyor benim neyi kastediğimi. Ben de mahsustan onunla konuşuyorum, diğerlerine sesimi duyuruyorum, herkese. Yoksa Aynen hocam. Afet Hanım beni Çox her sağ şeyi olun. anlıyor, o abisini hemen anlıyor. Allah razı olsun. Allah razı olsun. Cümlemize. Tamam, Çok tek kelimeyle bile istiyorsanız telefonu değiştirin. Eskilerin devri bitti. Allah size güldürsün hocam. Cümlemize. Ve son olarak Sevda Məmmədova, kızı Şedrasi Məmmədovun kardeşine hanıma, Sevda hanıma söz vermek istedim. Eve gelin gelir, herkes gelinden şikayet eder. Kimileri kaynanadan şikayet eder. Kimisi de böyle hayırlı hayırlı gösterir ki ne gelinler vardır. Böyle kendi kayınlarını öz kardeşi, dogma kardeşleri gibi bilir, tanıtır. Bunu sizde de söylemiştim Sevda Hanım'a. Zaten her şey ailesinde hayran kaldığım bir şey vardı. Onda da hayran kaldığım eve gelin gelmesine bakmayarak evin kızı gibi davranmasıyla ben gurur duydum. Böyle bir giriş yaptıktan sonra sözü Sevda Hanım'a vereyim. Hoş geldiniz. Hoş bulduk hocam. Teşekkür edirəm gözəl sözləriniz üçün. Hər birinizi salamlayıram. Axşamlarınız xeyirli olsun. Allah var eləsin sizləri. Təşəkkür edirəm ailəm adından, öz adımdan sizlərə. Mən Rasimin qardaşının yoldaşıyam, Məmmədov Rasimin. Xızı şəhidi Rasim Məmmədovun qardaşının yoldaşıyam. Mən qürur duyuram Rasimlə. Düzdür, onu mən tanımasam da, görməsəm də, amma o mənim fəxrimdir. Analara eşitdim, göz yaşlarına qurban olum. Hər bir ananın əllərindən, gözlərindən öpürəm, atalarımızın. Allah sizləri var eləsin. Nə yaxşı ki, sizləri tanıyıram. Rasim haqqında o qədər gözəl sözlər danışırlar ki, onun ətrafı, qardaş bacıları, ailəsi, düzdür, onun övladı olmadı, amma ki, onun qardaş bacıları ondan o qədər xoş sözlər danışırlar ki, çox az ömrü olsa da, amma çox gözəl xatirələri var. Mən onunla qürur duyuram. Artıq 31 il oldu ki, Rasim ən uca zirvəyə, şəhidlik zirvəsinə ucaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah analara, atalara səbir diləyirəm. Yarlarına səbir diləyirəm. Körpələrinə səbir diləyirəm. Allah var eləsin sizləri. Rasim 1966-cı ildə dünyaya göz açıb. Xızı rayonunun Altıac qəsəbəsində dünyaya göz açıb və məktəbini də elə burada bitirib, orta məktəbini. Ali təhsilə olmayıb, əskərliyə yollanıb məktəbi bitirincə də. Və əskərliyini bitirib gələndən sonra ailə həyatı qurur. Çox az müddət olur ailə həyatı və müharibə başlayır və Rasim könüllü müharibəyə yollanır 1-ci Qarabağ müharibəsinə. 1-ci Qarabağ müharibəsində onun 10 neçə gün müharibə dövrü keçir. O Ağdamın Tapqaraqoyunlu kəndində şəhidlik zirvəsinə ucalır. Ondan heç bir yadigar qalmayıb. Anası da həmişə onun şəhid olandan sonra o qədər hər gün ağlayıb deyə onun gözləri çox pis vəziyyətdə kör olur. Bir neçə il yaşayır, çox az müddət yaşayır və vəfat edir. Atası təzəlikcə rəhmətə gedib bir neçə illərdə, amma anası Rasimdən sonra dayana bilmir. Ağlamaqdan gözləri kör olur. Allah bütün ölənlərimizə rəhmət eləsin. Mən hər dəfə Rasimlə danışanda həmişə kövrəlirəm. Amma ki, çox da qürur duyuram. Bütün şəhidlərimlə, bütün qardaşlarımla. Mənim qardaşım yoxdur, amma mənim minlərlə qardaşlarım var artıq. Allah ruhlarını şad eləsin. Nə yaxşı ki, sizləri tanıdım. Mənə çox xoşdur. Hər birinizi görmək mənə çox xoşdur. Mən şəhid analarla birləşənib gələndən sonra Allah var eləsin sizi. Təşəkkür edirəm hocam. Hər birinizə təşəkkür edirəm. Ailəm adından, öz adımdan. Rasim də yad olunur deyə çox sevinirəm ki, onun da adı hallanır, tanınır. Onlar zaten ölməyiblər, yanımızdadılar. Mən onu tanımıram, amma şəkillərində görmüşəm deyə arada bir yuxuma da girir.
Ruhu şad olsun. Çok sağ olun dikkatiniz için. Seda Hanım çok çok teşekkür ederim. Allah razı olsun. Zaten konu Fizli olduğu zaman benim favori, benim favori rayonumdur. Fizli hakikaten favori rayonumdur. Çünkü grup olarak hepsi böyle katılırlar. Başından beri Seval Hanım Evet. olsun, Seyra Hanım olsun, Zehra Hanım olsun. Yani onun için hiçbir fark etmeden hepsi Allah'ın izniyle hep hep beraber anıyoruz hepsini. Hiç fark koymadan araya. Bakın burada sizin mesela İlham Verdi'nin bölümünün olduğunu ben gruptan gördüm. Onun için hiç yalnız değilsiniz. Hiç rahat olun. Allah'ın izniyle biz bir aileyiz. Çok teşekkür ediyorum. Bütün aile de Teşekkür ederim. Ben de size teşekkür ederim. Çok sağ olun. teşekkür ederim. Allah razı olsun hocam. Çok sağ olun. Sevda Hanım teşekkür ederim. Evet Cemalettin hocam. Evet Anar. Açar Yani sözümüz ne olsun? Şimdi açılan sözümüz ne olsun? Her zaman şehit isimlerini verirdik. Üçünün ismini karıştır. o ortaya ne Açar çıkarsa ne olsun? Allah ne verdiyse. Abi Allah ne verdiyse Allah. Tamam canım. Onda ben yalnız isimlerini yazdım. O İsim arzu eden isimler. posterden bakıp soyadlarıyla birlikte yazsalar daha güzel olur tabii ki. Ben ama indi yalnız isimlerini yazdım. Bir de Sadece isimlerini yok. Mesela Necmettin, Rasim ve İmam verdi. tamam. Sözümüz üç isim olsun. Necmettin, Rasim, İmam verdi. Hepinize çok çok yürekten teşekkürler. Katıldınız, şeref verdiniz. Allah razı olsun. Zaman ayırdınız. Bu pazar günü çok teşekkür ederim. Bununla da daha bir konferansımızın sonuna geldik. Amin. Vaxtdakı qalan bütün dostlarımıza, hocalarımıza, aile üzvlərimizə təşəkkür edirik. Gecəniz xeyrə qalsın. Allah'a emanet olun. Allah'a emanet. Görüşürüz.